Salam aleykum, xoş gördük Babat Talks'un bilməm neçənci çıxışıdır, amma güman edirəm ki, ən çox səs-küy salacaq bir çıxışlara iddialıdır. O Oscara misal üçün namizədlər var da. Mən bu gün Oscar çıxışı olacağına inanıram və bu gün qonşu deyəcəm, qonağımız Fərhad bəydir. Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük Toğrul bəy. Necəsiz? Çox sağ olun. Oscar artıq almışam. 1 apreldə bir reels çəkdim ki, mən xilaskar deputat Milli Məclisə seçiləcəm. Onu artıq Oscar'ını almışam deyəni insanların əksəriyyət çoxsu anlamadı əslində bunun zarafat olduğunu, amma yenə də çalışacaq ki, bunu da ikinci nominasiya olaraq uzun müddətli filmlər sırasında görək. Nə vaxt aktyor olmaq istəmisiniz? Hamımız aktyoruq da. Shakespeare düz deyib də, həyat oyundur, biz də hamımız aktyoruq. Bizim müxtəlif rollarımız var bu həyatda. Ona görə də onları oynamaq məcburiyyətindəyik. Okay. Sizin əcəl leadershipə gəlirik də. Müdir eyni cür ola bilərmi? 20 yaşlı Toğrulla bir cür olacaqdı, 30 yaşlı Toğrulla başqa cür olacaqdı, 40 yaşlı Toğrulla başqa cür olacaqdı. Hamımız oynayırıq. Okay. Baxır prosta insan nə qədər oynayırdı, amma bu mövzuya girərik. Bizim bir ənənəvi sual var. Fərhad bəy deyir ki, o sual mənə vermə. Çox suala cavab vermişəm, amma dedim ənənəvi olaraq bu qayıtmalıdır. Siz istədiyiniz kimi cavab verə bilərsiniz. Bizim sualımız hər zaman ilk sual dəyişmir. Fərhad bəy kimdir? Bu gün özünüzü necə hiss edirsiniz? Yəni onu da deyə bilərsiniz. Ümumi yox, yəni bu gün özünüz hiss etdiyiniz rolda qeyd edə bilərsiniz. Mən özümü həmişəki kimi hiss eləyirəm. Heç bir fərq yoxdur bu gün deyə dünən. Mən düşünürəm mənim korporativ mühitdə çox işləməyim beynimə bir balaca təsir edibdir. Mən Fərhad kiməm sualını iki cür cavab verirəm. Revizyon olaraq kiməm, vizyon olaraq heç kiməm. Yəni də bu stoik fəlsəfəsinə dirənir sadəcə insanım. Heç bir yoxdur. Mission olaraq, missiya olaraq mən potensialistəm ya da zərgərəm. Yəni ki, hər ikisini demişəm. Sosial mediada potensialist kimi tanınıram. Mənim bu missiyam ətrafımda olan mümkün qədər çox insanı öz maksimum potensialına çatmaqda tətikləməkdir. Odur, Fərhad potensialist. Bu potensialist missiyasına necə gəlmisiniz? Mənə 40 yaşımda sual verdilər, koşunla işləyəndə, Fərhad kimdir? Bir sözlə cavab ver. O zaman cavabım səhv oldu. Dedim ki, Fərhad atadır. Birinci ağlıma gələn söz oldu. O da aydın məsələdə həmin periodda boşanmışdım. Falan oğlum mənimlə qalırdı, balaca idi. Ona görə mən çoxlu ata roluna çox girmişdim. Sonra koç mənə izah etdi ki, ata sənin həyatında rollardan biridir yalnız. Sən kimsin ki dost, kimsin ki müdür, kimsin ki həmkar, anan üçün övlad, uşaqların üçün valideynsən əlbəttə ki. Heç bir rol dominant olmamalıdır. Həqiqi kimliyin sənin bu dünyaya bəxşişindən gəlir. Yəni ki, sən başqaları üçün nə edirsən və onun qarşısında heç nə gözləmirsən onlardan. Mən başladım uşaqlıqdan özümü analiz etməyə, məktəb vaxtlarımdan, universitet vaxtlarımdan. Mən daim olaraq çalışmışam ki, insan görəndə ki, görürəm ki, daha yaxşısını edə bilər. Mən çalışmışam ki, ona kömək edim ki, həmin o yaxşısına gedib çata bilsin. İstər universitetlərdə müəllimləri əvəz edirdim, leksiyalar deyir, mühazirələr deyirdim. İstər iş yerimdə müdir ya da qeyri-müdir olaraq bütün insanları çalışmışım ki, maksimum çatsınlar. Məndə qalıb qalmayacaqlarından asılı olmayaraq. Bəxşiş metodu. Başqaları üçün eləyirsən və müqabilində heç nə gözləmirsən. Və bu formada öz kimliyimə, öz missiyama gəlib çatdım. Çünki bu çox vacibdir kişi üçün. Xüsusən kişi üçün. Düşünürəm, qadın üçün də vacibdir, amma kişi üçün xüsusən vacibdir. Adətən bu sualı verirlər, kişi nə istəyir? Klasik axmaq zarafat odur ki, kişi qadın nə istədiyini anlamaq istəyir də. Yəni kişidən soruşsanda, mən isə deyirəm, kişi öz missiyasını icra etmək istəyir bu dünyaya. Hər bir kişi bura gəlib yaradandır. Bu dünya kişilərin üzərində biz nə bilim, yollar çəkirik, qatarlar qururuq, gəmilər qururuq. Və bunu qadınlarımızı ötürürük. Yəni çünki onun gələcəyi onlardır. Onlar yeni qadın və kişi nəsilləri formalaşdırılır. Biz onlar üçün qəşəng dünya şərait yaradırıq və rədd olub gedirik bu dünyadan. Kişinin missiyası israf olmaqdır. Sadəcə bu israf olmaq yolunda biz dəyərli bir şey yaratmalıyıq. Çox vacibdir. Və mənim də missiyam məhz budur. Yəni ki, dəyərli bir şey yaratmaqdır və bu missiyada olduqca sən xoşbəxt olursan. Çünki insanlar çox vaxtları həzn, sevinci və xoşbəxtliyi qarışdırır. Düşünür ki, qısa müddətli şirniyyatdır, seksdir, falandır, bunlar səni xoşbəxt edəcəkdir. Bu etməyəcəkdir. Öz missiyamı icra etmək, həmin bu yolda düzgün olmaq, uğurlara sahib olmaq, o səni xoşbəxt edəcəkdir kişi olaraq. Bəs sizcə bu missiyanı reallaşdırmaqda bugün çətinlik nədən ibarətdir?
Çünki insanların bir çoxu fərqində deyirlər ki, belə bir şey var, anlamırlar ümumiyyətlə niyə görə bu dünyaya gəliblər. Arthur Brooks, Harvard professoru da dünyanın ən böyük xoşbəxtlik araşdırmacısıdır. Çünki hər bir xoşbəxt insanın bir həyat fəlsəfəsi olmalıdır. Kimsə bunu dində tapır, kimsə dindən kənarda Allahda tapır, kimsə meditasiyada tapır, amma hər bir xoşbəxt insanın bir fəlsəfəsi var. Niyə görə yaşayır sualına cavab verir. Müasir düşünürəm insanlar, həm kişilər də, qadınlar da onlar nə üçün yaşadığı sualına çox da cavab vermirlər özlərinə, anlamırlar, öz kimliyini anlamırlar. Mən bu sualı bir çox master klasslarımda cavanlara və yaşlı insanlara deyirəm, siz kimsiniz? Heç kim bilmir kimliyini, öz missiyasını anlamır və anlamadıqca belə də həyat sürür də, sadəcə yaşayır. Bəlkə xoşbəxtlik də orada da, cahil xoşbəxtlik də bəlkə orada da bilmirəm. O da bir xoşbəxtlikdir. O da bir xoşbəxtlikdir. Bəlkə bu daha çox sevincdən ki, xoşbəxtlik, amma əsas odur ki, sən gəlib 40 yaşına çatanda boşluq hiss eləyəməyəsən. Çünki cavanlıqda sən bunu anlamaya bilərsən, amma sonra yaşlandıqca görəcəksən ki, sən bir boş həyat sürmüsən. Əsas odur ki, onu gəlib çatmayasan və çox gec olmasın. Bir dənə yaxşı məqam qeyd elədiniz, fərqindəliyimsə. Mən də təlimlərimdə bu arada çox danışıram da. Bəs sizdə bu fərqindəlik nə vaxt gəldi ki, mən deyəsən bir dəqiqə dayanayım. Bir dəqiqə dayan, bax belə bir şey olur, bir dəqiqə dayan. Bir dəqiqə dayan, bax o düşünürəm hər bir kişinin 38-40 yaşında bu period başlayır. Hələ başlayacaq. Mən 37-dəyəm, 38-də keçir. 38-40 yaş arasında adətən başlayır. Belə ki, bütün əcdadların bütün təsiri artıq bu zaman formalaşmağa başlayır. Və məndə də təxminən o vaxtları artıq uşaqlar böyük idi, ailəm dağılmaq üzrə idi və mən belə baxanda mən düşündüm kişinin missiyası nədir? Yəni ki, ailəsini təmin etməkdir, evin var, bağın var, pulun var, maşının var, hər şey yaxşıdır, amma anlayırsan ki, yenə də böyük bir boşluğun içərisindəsən. Və məhz o zaman anlayırsan ki, bunlar funksiyalardır da, öz-özlüyündə bu missiya deyil və özünü itirmiş kimi hiss eləyirsən və o zaman başlayırsan araşdırmağa. Niyə görə bu vəziyyətə gəlmisən? Əsas odur ki, qurban moduna düşməyəsən, bu çox vacibdir bu arada. Hər bir problemli bir hal, hər bir sınaq sadəcə bir dərs kimi qəbul olunmalıdır. Allah mənə nə öyrətməyə çalışır bundan? Bu sualı özünə verdikdə çox rahat şəkildə qalib kimi çıxa bilirsən. Bu sualı özünə verməyəndə Allah niyə görəsən mənə bunu göndərmirsən? Bu sualı verəndə qurban moduna düşürsən və çıxış yoxdur orada. Bəs bu arada 38-40 yaş arasında bu transformasiya başladı. İndiyənə kimi davam edir. Düşünürəm ömrümün axırına kimi davam edəcəkdir. Amma ən azından mən fundamental suala cavab vermişəm. Mən kiməm və mənim bu həyatda missiyam nədir? Bundan sonra bir 50% asanlaşır həyat. Maraqlıdır. Onda siz fərqindəlik sualları verməklə və sualların cavabını almaqla əldə edirsiniz, düzdür? Bəli. Okay, yaxşı. Burada bir sual var. Çox belə çox tərbiyəsiz suallar, icazə verin. Fərhad bəyin qadınlarla nə problemi var? Niyə görə bəs bu formatı bu cür qoyurlar ki, nə problemim var? Mənim qadınlarla və kişilərlə heç bir problemim yoxdur. Mənim missiyam var. Mən cəmiyyəti tətikləmək istəyirəm. Çünki davranış iqtisadçısı olaraq bilirəm ki, insanlar xəyali bir dünyada yaşayır. Bizim beynimiz uydurur. Yəni ki, siz də HR olaraq və insan potensialisti sizə də deyərdim. Bu perspektivdən təlimçisiniz. Daniel Kahneman ən azından bunu göstərib ki, insan uydurulmuş bir reallıqda yaşayır özü üçün. Çünki beyin əziyyət verməyi sevmir özünə. Ona görə hər şeyi sadələşdirir. Və insanlar istənilən mövzuda, əksəriyyəti uydurulmuş xəyali bir dünyada yaşayırlar. Mən isə onları realizmə gətirmək istəyirəm ki, çünki Allah mənə hər bəxşiş nədir də, mən danışa bilirəm və sadə izah edə bilirəm çox çətin konsepsiyaları və insanlara təsir edə bilirəm bu danışıqlarla. Ona görə mən də qərara gəldim ki, mən onları realizmə gətirim. İnsanlar ona görə məndən inciyir. Çünki mən sözün düzünü deyirəm, reallıq budur. Qəbullanan qəbullanır, qəbullanmayan sonradan qəbullanır, amma həmin bu periodda bir xeyli inciklik qalır. Ona görə mənim ümumiyyətlə heç bir cinslə problemim yoxdur. Sadəcə öz missiyamı icra edirəm. Kimsə dərhal anlayır, kimsə sonradan anlayır. Amma gec-tez hamısı anlayır. Bəs biz hardan bilirik ki, insanların çoxsu, məsəl üçün Truman Show almağa gəlir. Adam bir şounun içində yaşayır, bir gün oyanır ki, filmin başı qəhrəmanıdır da. Və Fərhad bəy hardan bilir ki, o da bir nağıl deyil, onun inandığı bir şey nağıl deyil?
Birisi burada artıq çətinləşdirmək lazım deyil. Biz əgər zoom out etsək, o Men in Black filmi vardı. Yəni ki, o axırda görürsüz də kainatlar belə-belə uzaqlaşır, kimsə bütün kainatla sadəcə oyun oynayır da. Yəni ki, bütün bu kainat perspektivində biz hər hansı bir atomun içində balaca bir mikrob rolunu oynaya bilərik də, özündən çox razı. Amma bu perspektivli bir düşüncə tərzi deyil. Yəni ki, bir insan üçün, bir varlıq üçün. Okay, bizə hansısa bir çərçivələr yenə də lazım. Bu dünya var. Bizdən başqa varmı, yoxmu? Bizdən ağıllı sivilizasiya varmı, yoxmu? Bu sözün açıq məni maraqlandırmır öz-özlüyündə. Yəni bu həyat var və mən bu həyatı necə maksimum faydalı yaşaya bilərəm. Mənim üçün faydalı olmaq düşünürəm hər bir insan üçün vacibdir. Bu da yenə də fəlsəfəmə bağlıdır. Mən düşünürəm ki, biz bu dünyaya gəlmişik ki, uşaqlarımıza daha yaxşı dünya ötürək. İndiki bir çox cavanlar düşünür ki, mən bura özüm üçün gəlmişəm, özüm keyf etməliyəm, məndən sonra nə olursa olsun, cəhənnəm olsun. Bu da ola bilər fəlsəfə. Mən bu fəlsəfənin tərəfdarıyam, çünki tərəqqiyə çox inanıram. Əksəriyyətimiz bu günləri valideynlərimizdən yaxşı yaşayırıq və 100 min il boyu bu belə olubdur. Ola bilsin ki, biz sonuncu nəsilik ki, nə vaxt hansı ki, öz valideynlərindən yaxşı yaşayırdı. Çünki belə getsə bu formada, biz hiperindividualizm fəlsəfəsinə yüklənsək və yalnız özümüz üçün bugün yaşasaq, uşaq dünyaya gətirməsək, uşaqlarımız üçün əziyyət çəkməsək, onlara yaxşı tərbiyə verməsək, onlar üçün daha yaxşı dünya ötürməsək, böyük ehtimalla 200 min il ərzində qurduğumuz bu sistem çökəcəkdir. Bu da ola bilsin ki, normaldır. Bəlkə insanlara bu lazımdır ki, sistem çöksün, onlar görsünlər ki, bu işləmir artıq. Necə ki, biz gördük ki, feminizm işləmədi, necə gördük ki, bu solçu ideologiya işləmədi son 25 ildə. Ola bilsin ki, bu da lazımdır ki, insanlar ayılsın. Restart olsun. Və mənim bütün burada məqsədim kimdəsə, mənə çox adam lazım deyil, mənə 2% lazımdır. Nasim Taleb deyib ki, 2%də sən fərqindəlik oyada bilsən, prinsipcə sən düşüncələrdə inqilab edə bilərsən. Mənə 2% lazımdır ki, insanları hindidən bu barədə məlumatlandırın, fərqindəlik yaradım. Onlar da sonra öz ətrafında fərqindəlik yaradacaqlar və bu kollapsa getməyəcəklər. Əksəriyyət batsa da, çünki insanlar bilirik də, çoxlu araşdırmalar var ki, kütlə olaraq çox ağılsızlıq, amma individual olaraq çox ağıllıyıq. Mən həmin bu individualları çıxarmaq istəyirəm ki, onlar heç olmazsa özlərini məhv etməsinlər. Yəni ki, zədə almasınlar bütün bu yanlış ideologiya, mənim fikrimcə, yanlış ideologiyanın nəticəsi olaraq. Mənim əsas sualım odur ki, mən sizi başa düşürəm, misal üçün, hardasa anlayıram və mövzu sadəcə mənim kişi olmağım deyil. Bəlkə kişi olmağımdır deyə sizi başa düşürəm, bilmirəm. Amma hər halda, misal bizi dinləyən insan var, hansı ki, ümumiyyətlə sizi tanımır və yaxud da fərqi yoxdur, gənc oğlandır, xanımdır. Deyir ki, misal üçün, danışır da öz üstündə, düzdür. Biz nə deyərək onda doğrudan da oynam yarada bilərik ki, yox, bu deyilən fikir düşünməyə layiq bir fikirdir. Mən düşünmürəm ki, biz özümüzü bu perspektivdən qiymətləndirməliyik ki, hamı bizi anlasın, dediyim kimi. Hamını xoşbəxt etmək istəsəm, mən də deyərəm ki, Azərbaycana uşaq pulu verilməlidir, mən nə bilim, dövlət bütün neft pullarını paylamalıdır cəmiyyətə, bu nədir, bütün məktəblər, bütün universitet, hər şey pulsuz olmalıdır da. Mən axı anlayıram ki, bu uçuruma aparacaq bir yoldur da, bu mümkün deyil. Problemlər var. Azərbaycan reallıqları çərçivəsində nə qədər mümkündürsə, mən onları işıqlandırıram. Amma məqsəd hamını xoşbəxt, hamını özünə razı salmaq deyil. Mənim hər hansı bir publik karyera qurmaq kimi ya da hansı bir nazirlikdə ya da ümumiyyətlə şansım yoxdur bu ölkədə. Mən sosial mediada aktivliyim, bütün bu şansları mənim əlimdən alıbdır və bunu bilərək də eləmişəm. Çünki həmin oyunun bir parçası olmaq istəmirəm. Mənim 2 məqsədim var. Adi insanları maliyyə iqtisadi düşüncə tərzini dəyişməkdir. Onlar özləri öz maliyyəsinə cavabdeh olsunlar və çıxsınlar. Və ikinci də kiçik və orta bizneslərə hansısa bir dəstək olmaqdır. Çünki bu hardansa pul da qazanmalısan da bir balaca. Yəni ki, o istiqamətdə. Mən özüm üçün bu missiyanı tutmuşam. Adi insanlar, onların maliyyə savadlığı, sağlamlığı, bir də münasibət quruculuğu da. Adi insan üçün fundament bünövrə budur da, xoşbəxt olmağın. Pulum olsun, sağlamlığım olsun, yaxşı münasibətim olsun. Bu istiqamətdə fikirlər söyləyirəm. Dediyim kimi, kimsə dərhal anlamır, amma vaxt keçdikcə mən özüm görürəm, geri dönüşlər çoxdur. Mənə zəhlələr gedən xanımlar sonradan 3-4 aydan sonra yazırlar ki, siz düz demişsiniz. Mən düşündüm, bir daha bütün podkastınıza baxdım, siz düz demişsiniz. O olur. Cavan oğlanlarda da böyük problem var. Biz bu maskulinlik sözünü Andrew Tate-lərlə, falanlarla alçaldmışıq, mən düşünürəm.
Maskulinlik nədir? Məsuliyyətdir. Maskulinlik nədir? Provision, yəni ki, təmin etməkdir. Maskulin nədir? Qorumaqdır. Maskulin mənim üçün bu üç dənəsi deməkdir. Başqa bir şey deyil. Ay mən nə bilim qadınlardan qabaqda duracağam, mən nə bilim onlar arxada durmalıdır falan, bunlar deyil Siz mənim üçün. Siz onu demirsiniz bəs? Yox, mən onu demirəm. Bəs bir durmaq lazımdır, yoxsa necə durum? Yoxsa fərqi yoxdur? Burada hər bir mənim Müşfiq Ötkünlə bu yaxında bir də tədbirimiz olacaqdı. Mən onu bu mövzuda tətikləyəcəm. Mən düşünürəm ki, Azərbaycan 3 dənə İslamın təsiri altında qalıbdı. Birinci Ərəb İslamı, Vahabilər, onlar gəldikdən sonra bu gedibdi. Sonra Şiə İslamı var bizdə. Bir də var Türk İslamı, Sünniçilik, amma Ərəb ənənələrindən kənar. Osmanlı İslamından çox. Və burada çox vacib bir fakt var. Ərəb İslamı həmin onun üzərində qurulubdur. O maskulini, qadın ikinci dərəcəlidir. Bu onların mədəniyyətinə çox uyğundur. Amma türk tayfaları köçərli tayfalar olubdur. Bizim qadınlar kişilərlə paralelində at çapıb onların arxasıca qaçırdılar. Bu çox vacib bir bizə xas olan bir xüsusiyyətimizdir. Yəni ki, Türk İslamında biz daha çox görürük ki, hətta hamı seriallara baxmağı sevir də. Yəni ki, Möhtəşəm Yüzyıl siz görürsünüz necə xanımı sultanla bərabər idarə edirdi ölkəni. Bizdə də o partnyorluq münasibəti daha çox vacibdir. Orada yoxdur kim qabaqdadır, kim arxadadır. Mən bunu rallini üzərində nümunə kimi göstərirəm. Bir pilot var, o sürür. Amma pilotun yanında onun xəritə açıb və düzgün yol gedib getmədiyini göstərən bir köməkçisi var. Azərbaycan Türk millətlərində biz daha çox bunu görürük. Hələ deyirəm, cənab prezidenti və birinci xanımı götürün. O da maşın sürür, xanımın yanında oturub onu çəkir, onlar paylaşım edirlər. Hər yerdə bir yerdədirlər. Yəni ki, Azərbaycan modeli budur. Azərbaycan modeli Ərəb İslamı deyil. Azərbaycan modeli Şiə İslamı da deyil. Biz daha çox Türk İslamı üzərində, bu ənənələr üzərində qurmalıyıq. Və biz də cavan ölkə olduğumuza görə son 30 ildə də bir balaca gözümüzü açmışıq. Özdə onun ilk 10 ili ümumiyyətlə çox ac idi. Sadəcə bazı ehtiyaclarımızı ödəyirdik. Ki, çörək pulu tapaq, orada mənə fəlsəfə, həyat necə olmalıdır, qadın-kişi münasibət necə olmalıdır, bu mövzular yoxdur. Podkastlar yoxdur, YouTube-da yoxdur. Acından ölməmək. Acından ölməmək kim birincisi idi. İndi biz bir tərəfdən sevinirəm ki, biz bu mərhələyə gəlmişik ki, o belonging məsələsi də Maslow'un 3-cü iyerarxiyasıdır. Necəsə indi Azərbaycan biraz varlanıbdır nisbətən. Biz ikinci pillədən 3-cü pillə atlanmışıq. Love and belonging axtarırıq da, sevgi və mənsubiyyət axtarırıq. Və ona görə bütün bu söhbətlər indi var. Çünki maşallah olsun, biz artıq gündəlik çörək pulunu düşünmürük hardasa. Yəni ki, halin bir hissəsi əlbəttə ki, düşünür. Mən indi haqsız olmaq istəmirəm də. Azərbaycan 90-cı ilin əvvəldəki kimi də deyil, amma Avropadakı kimi də deyil. Ona görə və bu söhbətlər adətən kim tərəfindən gedir? Sosial mediada aktiv olan, nisbətən yaxşı qazanan, korporativ mühitdə işləyən, ortalama maaşı 1000 manatdan yuxarı olanlar, onlar üzərində gedir. Buna görə də bu sevindirici halda ki, bu söhbətlər gedir və indi bu söhbətləri etmək vacibdir ki, çünki biz etməsək, cavanlara yol göstərməsək, bizim həmin o tənhalıq epidemiyası hansı qərbdə var, bizə də gəlib çıxacaqdır. Biz qızlarımıza yalan danışırıq. Deyirik ki, karyera vacibdir. Birinci get karyera qur, pul qazan. Oğlanlarımıza yalan danışırıq. Sən mənim aslanımsan, mama sənə qurban, narahat ol, mən sənə qız tapacağam, mən sənə ev alacağam, mən sənə maşın alacağam, mən sənə problemi həll edəcəm. 30 yaşında da sonra kim alırsan ortalıqda, evdə kök, testosteron az, idmanla məşğul olmayan, səhərin axşama kimi pornoya baxan və oyun oynayan bir oğlan uşağı, real olaraq uşaq. Hansı ki, məsuliyyət götürmək istəmir. Maskulin nədir? Məsuliyyət götürməkdir, təmin etməkdir, bir də qorumaqdır. Heç birini bacarmır. Paralelində də yaxşı qızlar var, hansılar ki, 30 yaşına çatıblar, pul qazanıblar, karyera qurublar, saatları axı tik-tik eləyir. Yəni 12 yaşından başlayır da xanımlarda bu period. 30 yaşından sonra Down sindromunun ehtimalı 2 dəfə artır, milyon dənə xəstəlik ehtimalı artır. Onlar da ailə istəyirlər. Və gəlirsən, bu tupboy oğlan oturubdur, heç nəyə bacarmayan, maskulin olmayan və hər şeyi özü təmin edə bilən bir xanım bu tərəfdə oturubdur. Və bu uçuruma aparacaq bir yoldur. Bunun qarşısını almaq lazımdır. Siz burada Ərəb mədəniyyətindən danışdınız. İslam tarixində biz baxanda görməliyik ki, orada da əslində qadın rolu kifayət qədər yüksək olubdur. Məsələn, sadə xanım səhabələr olub, onlara döyüşüblər. Ehtimal ki, indiki
ərəb cəmiyyətindəysən. Mən məsəl üçün ərəb cəmiyyətindən tanışlarım olaraq deyə bilərəm ki, ümumi olaraq məncə qadın hər yerdə öz sözünü deməyi bacarır. Ərəb o hətta məsəl üçün qara çadıra geyinsə belə ailəni kifayət qədər təsir edə bilər. Siz Azərbaycanlı qadının 4 dənə qadının bir kişi arxasıca molda gəzməyini təsəvvür edirsiniz. 4 dənə arvadı olsun Azərbaycanlı, türk Azərbaycanlısın və 4 dənə arvadı onun arxasıca molda gəzsin. Mən təsəvvür edə bilmirəm bunu. Mən düşünürəm ki, bizim indiki halda təsəvvür etmədiyimiz bir şey 50 il çox rahat da təsəvvür oluna bilər də. Siz də bu mövzunu yaxşı bilirsiniz. Məsəl üçün siz insan elə bir şeydir ki, məsələn biz 100 il əvvəl, biz dədələrimizə, babalarımıza baxanda ailə format da fərqli idi. Bu gün kimi deyil ki, düzdür. İqtisadiyyat da bu formatı dəyişdi. Düşünmürsünüz müəllim? Kişi idi, qadın idi. Həmişə eyni şey istəyirdi də. Sadəcə deyirəm, biz cavanlarımıza çoxlu yalan danışmağa başlayandan sonra onları çaşdırmışıq bir cəmiyyət olaraq. Amma köklərimizə qayıtsaq, biz əgər kişilərimizə desək ki, sən təmin edəcəksən, sən qoruyacaqsan. Üçüncüsü. 2 dənədir də. Mən də protect provide. Əsas 2 dənə. Mən də həmişə yoldaşlarla danışıram ki, bizim əsas 2 funksiyamız var. Sadəcə kişilərin də üstünə məncə çoxlu trend elə bir funksiyalar yüklənir ki, sən bunu da eləməlisən, bunu da eləməlisən. Başqa nədir ki? Başqa nə yükləmir, heç nə yüklənmir. Əslində deyir ki, papam mama həll edəcəkdir. Bu da bizim valideynlərimizin kompleksindən gəlir. Onlar ki, çox çətinlik görüblər. Və klassik olaraq ən böyük səhv odur ki, sən uşaqları çətinlikdən öz keçdiyin çətinliklərini qoruyursan da. Yəni bizdə fərqindəlik valideynlik yoxdur. Analar öz oğullarında ərlərindən almadığı sevgili obrazını yaradır. Bəli. Reallıqda budur. Maraqlı. Atalar da qızlarına sevgi vermirlər. Qızlar tətiklənmiş daim olaraq anxious attachment-də biz deyirik bağlama. Bağlama. Anxious necə tərcümə olunur? Anxious. Təlaşlı bağlanma üstündə. Çünki həmişə atasına sevgisini sübut etmək istəyir, sonra da gedir yoldaşına öz sevgisini sübut etmək istəyir və daim olaraq özünü dəyərsiz hiss eləyir. Oğlan da öyrəşibdir ki, mama sənə qurban, mama səndən bir də ideal obraz yaradıb, sənə vurulubdur. Səndən başqası yalandır. Səndən başqası yalandır, ömür boyu onu yanında saxlayır. Bu da indi qadına münasibəti budur. Yəni ki, valideynlərimiz öz travmalarını bizə ötürüblər. Bu və fərqində olmayaraq ötürüblər, demirəm bilərəkdən ötürüblər. Və bu da bu cəmiyyəti gətirib çıxarıb ki, indi eyni yaşlı qız və oğlan bir-birlərini anlamırlar və bu da nəsə etmək lazımdır. Mən bir də indi ağlıma bir şey, insight yaşadım, maraqlı bir şey. Mən fərqindəlik sözünü mənim elə bir təlimim kökündə budur. Məsələn, sabah idarəçi təlimim var. İlk mövzu idarəçi üçün fərqindəlikdir. Sən özünü tanımalısan idarəçi olaraq. Bir də ağlıma gəldi ki, əslində fərqindəlik 20-ci əsrin bir terminidir də. Yəni 19-cu əsrdə, 18-ci əsrdə ehtimal ki, valideynlər və insanlar buna məşğul olmayıbdır. Sadəcə bizim cəmiyyətə bu gec gəlibdir. Bəs yaxşı. İndi biz deyirik ki, bizim bu gün problemimiz fərqindəlikdir. Məsələn, bizim valideynlər də bizim evlənəndə kifayət qədər çox görücü üsulla evlənib, düzdür? Amma biz də bu gün görürük ki, məsəl üçün insanlar öz seçimlərini eləyəndə belə bunun da belə baxanda, yəni burada indi məndə statistika yoxdur, siz bəlkə bunu daha yaxşı bilərsiniz. İndi məndə statistika yoxdur ki, görücü üsulla evlənənlər neçə faiz boşanma ilə bitir. Hansı ki biz düşünürük ki, bu fərqindəlik olmayan bir evlilik sayıla bilər. Və burada məsələn adam bir 30-lara çatır, evlənir, deyir ki, mən bu xanımı istəyirəm, bu deyir ki, mən bu bəyi istəyirəm, o da boşanma ilə bitə bilər. Yəni siz onda bu fərqindəliyə nə xeyir olur burada? Baxın da boşanma olub-olmayan onsuz da evlilik həmişə lotereyadır. Biz sadəcə şansları azaldırıq. Yəni düşünürəm evliliyin uğurlu olması üçün fərqindəlikdən daha çox gözləntilər çox formalaşır. Və yaş artdıqca gözləntilər çoxalır. Eli Finkel var, tanınmış bir araşdırmacıdır. Top 3'lük düşünürəm var da dünyada. Esther Perel, Eli Finkel, bir də Gottmanlar ki, bu münasibətləri və ailə münasibətlərini çox araşdırıblar. Onun bir dənə kitabı var, All in or Nothing Marriage. Hər şey birində olmalıdır. Mən xanıma baxıram, həm yemək bişirməlidən baxmalıdır, həm ideal ana olmalıdır, həm yaxşı dost olmalıdır, həm də ki, çarpayıda super performans göstərməlidir, mənim konfidantım olmalıdır. Eyni şeydə biz xanımlardan gözləyirik. Ki, mənim dayağım olmalıdır, məni qovmalı, təmin etməli, atam kimi baxmalıdır, qardaşım kimi dost olmalıdır, mən bütün 4 sikllarda 4 dənə müxtəlif kişi olmalıdır falan. Yəni ki, budur da, gözlənti budur. Əvvəllər belə deyil. Əvvəllər ki, bizdə feministlər, ikinci dalğa feministlər, onlar ailəni tam dağıtdılar da. Onların məqsədi o idi ki, qadınların azadlığa çıxması üçün ailə institutu dağılmalıdır.
Və bu ailə institutu dağılanda kənar ailə də vardı. Bizim nənəmiz, babamız vardı. Onlar uşaqlarımıza dəstək olurdular. Onlar bizi hardasa coach edirdilər. Əvvəllər ümumiyyətlə uşaqlara bütün kənd baxırdı. Sən uşaqları küçəyə atırdın, öz işinlə məşğul olurdun və o qonşu, bu qonşu baxırdı. Biz ki, bütün bu sosial münasibətləri məhv etdilər. İkinci, üçüncü dalğa feministlərdə Simone de Beauvoir'dan bu tərəfə, 70-ci illərdən bu tərəfə nəzərə salsaq, olur ki, bu core family-ni məhv etdilər və ona görə sən düşünürsən ki, kişidə hər şey olmalıdır. O həm mənim kəndim olmalıdır, o mənim valideynlərim olmalıdır, həm mənim qohumlarım olmalıdır və onlar mənə indiyənə kimi verdikləri mən bir nəfərdən almalıyam. Mən düşünürəm evliliyi poza məhz budur. Fərqindəlik məsələsi deyil. Fərqindəlik sadəcə sənə yardımcı ola bilər ki, mən gəlim öz expectation-ı, gözləntilərimi reallığa doğru eləyim. Fərqindəlik sənə o kömək edə bilər. Ki, mən həqiqətən kiməm? Misal üçün, siz həmin o təlimdə pulsuz məsləhət vermirəm adətən, amma misal üçün, həmin liderlər bu sualı verir. Mən sizə deyəndə ki, sən kimsən? Birinci ağlınıza nə gəlir? Onların əksəriyyəti rolları barədə danışacaqdır. Bəziləri ümumiyyətlə deyir ki, mən Azərbaycanlıyam, ya da mən kişiyəm. Ümumiyyətlə də mən sənə baxanda deyə bilərəm də sən kimsə, bu sənin kimliyin deyil. Yəni ki, budur fundament. Bəs nə cavab verməlidirlər? Yaxşı cavab nə sayılır? Yaxşı cavab odur. Yəni ki, mənim bu dünya bəxşim nədir və oradan mənim kimliyim çıxır. Siz də hardasa insan potensialistirsiniz də, yəni ki, siz də insanları inkişaf etdirmək. Mən sırf buna məşğulam. Odur. Ona görə, yəni ki, belə bir söz olmaz. Mən niyə görə zərgər gətirdim, çıxartdım sonda nümunə olaraq? Çünki zərgərin funksiyası nədir? İstənilən çox gözəl olmayan bir xam mal görür və onun həmin xam maldan ən yaxşı nə düzələ biləcəksə, maksimum potensialın müəllimdir. Maksimum potensialım var, mən bundan bunu düzəldə bilərəm və başlayır onu düzəltməyə. Yəni ki, budur fundamentdə. Və hər bir liderin arxasında, hər bir insanın arxasında bu bacarıq var. Sadəcə kimsə bunun üzərinə gedir, kimsə üzərinə getmir. Bunun üzərində işləmək lazımdır. Və boşanmalar gələndə heç bir aidiyyatı yoxdur yaşa. Və mən düşünürəm ki, mən ikisindən baxsaq, bax üzr istəyirəm. İkisindən baxsaq da məsələn siz gözləntiləri qeyd elədiniz. Mən gözlənti mövzusuna tam razıyam da. Bu da burada da əlbəttə ki, propagandanın rolu var. Bilinən və yaxud bilinməyən propagandanın rolu var ki, məsələn ən sadə bir şey deyimsə, məsələn o gün bir anket görürəm, bir xanım hardasa qabağıma çıxdı. Deyir ki, məsələn mən istəyirəm ki, rus dilində paylaşmışdı. Deyir ki, məsələn istəyirəm ki, muskulist olsun, zbaradoy olsun, belə olsun, belə olsun, plus empatiçni, eromatичni. Dedim, bu sən öz sportsmen dedim, bu sən by default mümkün deyil də. Bu kişi bu şeydir, ovçudur. Sən ovçudan empatiya gözləyə bilməzsən. Çünki o ovçu olsa və empatiya olsa, o heç nəticə ala bilməyəcək. Budur, bax problem bundadır. Və bu adamlar bu siz demiş, full paket tapa bilməyəndə nəticə etibarilə gözləntilər minimum olur. İndi mənim dediyim nədir? Məsələn, biz mövzuların birində bu var idi ki, məsələn, bu gün deyilir ki, insanlar öz qərarlarını özləri verməlidirlər. Mənim bir dostum var, bu məsələ radikal baxır. Deyir ki, mən düşünürəm ki, ümumiyyətlə 30 yaşına qədər, yəni 20-lərdə insan evlilik qərarını özü verməli deyil. Onu valideynləri mütləq nəzərə almalı, çünki onlar o yaşda deyirlər ki, bu məsuliyyətli qərar versinlər. Biri deyir ki, yox, mənim 18 yaşım var, mənim həyatıma qarışma. Siz burada hardasınız? Mən əminliklə tez evliliklərin tərəfdarıyam. Çünki məhz o zamanlarda birincisi sənin həqiqi sevgi hiss etmək bacarığın var və sən əgər sevirsənsə insanı, sən çox şey üzərinə keçə bilərsən. Mən düşünürəm ki, evlilik lotereya olduğuna görə sən bir balac axmaq olmalısan onun içinə girəsən. Sən ağıllandıqca sən analiz iflicinə gəlib çıxarırsan. Konkret overthinking başlayır. Yəni sən düşünürsən, heç nə tapa bilmirsən, vaxt gedir və vaxt yeganə bərpa olunmayan sərvətimizdir. Biz bunu anlamalıyıq. Yəni sən itirdiyin hər bir il, hər bir saniyə heç vaxt artıq qayıtmayacaq həyatında. Ona görə sən mümkün qədər tez evlənməlisən. İki səbəbdən. Birincisi, biraz axmaq olmalısan. Və sən axmaqlığı balans edəcək sənin valideynlərindir. Mən qızlarıma demişəm, mənim veto hüququm var sizin seçiminizə. Çünki mən kişiləri tanıyıram, siz tanımırsınız o axmaqları. Bunlarda İngiliscə yaxşı söz var, bamboozle. Mən bunu Azərbaycan deyəcək bambılı kimi tərcümə ediblər də. Mən belə, yəni ki, sizin yaşda, yəni ki, mən onlara başa sala bilmirəm ki, indi böyük qızımın 21 yaşı olacaqdır. Mən deyirəm, sənin ideallar 30 yaşında bir kişidir. Çünki artıq nisbətən karyerası var, artıq özünü tapıbdır, artıq bir təcrübə yığıbdır, əsas səhvlər edibdir artıq. Amma 20 yaşlı qıza bunu başa salmaq çox çətindir. O deyir ki, yox. Deyirəm, okey, əgər 30 yaşında sənin yaşın ya da ondan balaca olacaqsa, mənim veto hüququm var. Mən qərar verəcəm, icazə verirəm, yoxsa yox. Çünki həmin bu yaşda oğlanların əksəriyyəti təəssüf olsun ki, o qədər də ağıllı deyil, ən azından. Pişməyiblər. Onun veto hüququm var. Bu birincisidir. Niyə görə erkən düzgün söz deyil, tez evlənmək lazımdır. İkincisi odur ki,
biologiya var. Bunda həm kişidə, həm qadında. Bizim maksimum produktiv olan vaxtımız 20-40 yaş arasıdır. Bax bu 20 ildə nə elədik? Bax bu 20 ildə uşaq da böyüdə bilərik, karyera da qura bilərik, ailə də qura bilərik, yorulmayacaq da. 40 yaşından sonra bunu etmək çox çətindir. Və mənim hamıya tövsiyəm odur. Baxın, biz indi elə dünyada yaşayırıq ki, 100 il bundan, 200 il bundan əvvəl insanlar 40 yaşından artıq ölürdülər. Bu günləri sağ olsun təbabət, iqtisadi artım, kapitalizm falan Azərbaycanda ortalama yaş 70 üzərindədir. Əgər bir balaca yaxşı qidalansız check-uplarınızı eləsəz, orta statistik Azərbaycanda olmasanız, 6 aydan bir, 1 ildən bir gedib özünü yoxlatırsanız 100 ilə yaşaya bilərsiniz. Allahın izni ilə əlbəttə ki. Və siz o 40 yaşınızda biraz əziyyət çəkin də, uşaqları böyüdün. Sizin 40 yaşınız olanda uşaqlarınız artıq üçüncüsü də 18 yaşı olacaqdır, basıb çıxaracaqsınız onu xarici. Gedin yaşayın da növbəti 60 ildə özünüzdən tək keyf eləyin. Siz çatdırmısınız bu yaşı 35-ə, yəni plus 20 il lazımdır. Gəlirsiniz 55-ə çatdırırsınız. 55-də oca saç qalmayıb, daxot yoxdur. Hətta yəni ki, tamam 15 il itirmisən sən bunun üzərində və təəssüf olsun. Statistika onu göstərir ki, əgər xanım 30 yaşına qədər evlənməyibsə, ondan sonra evliliyi 50% ehtimal var, yalnız evlənəcəkdir. Əgər 30 yaşına qədər uşaq doğmayıbsa, 50% ehtimalla uşaq da doğmayacaqdır. Yəni ki, bu reallıqdır. Prinslər, şahzadələr çox azdır. Hamıya çatmayacaq. Həm pulu olsun, həm empatiyası olsun, həm maskulinliyi olsun, həm rol oynama qabiliyyəti olsun. Yoxdur o kişilər. Yəni ki, ondan xanım təsəvvür edin ki, bizim bir xanım dinləyir, nə bilim, biz deyən yaşda, 25, 26 deyir ki, hə də bax, okey, neyniyim? Mən qəbul edirəm ki, şahzadə yoxdur. Mənim növbəti adım nə olmalıdır? Birinci fərqindəlik, yəni ki, anlayın, siz müasir cəmiyyət bir xeyli narsist oğlan və qız böyüdübdür də. Yəni ki, hamı nəsə görür, hamısının özünü çox bir şeyə layiq görür. Reallıqda baxın da, əgər sizin verəcəyiniz bir dənə seks və qayğıdırsa, bunu hal-hazırda kişilər evlənmədən də ala bilir. Seks də çoxdur, qayğı da en qədər var. Bunu pulla rahat həll edə bilirsən. Düşünün siz nə verə bilərsiniz. Bu qadınlar üçündür. Əlavə olaraq seks və qayğıdan savayı. Kişilər İngiliscə 2 dənə söz var da. Men want admiration, women want adoration. Yəni ki, kişilər onlarla valeh olunmağı istəyir. Qadınlar isə mən adoration sözünü Azərbaycan dilində tərcümə edə bilmirəm. Abajaniya rusca deyirlər də bunu. Snow getmək. Snow getmək. Yəni Azərbaycan dilində eləsin o şeydir, jargon. Heyran ol, valeh olma, heyran olmaq çox yaxındır. Çünki İngiliscə bu adoration gedir. Sən qadına baxanda gözlərin dəli olmalıdır. Onlar qadın belə bir kişi istəyir. Kişi də istəyir qadın ona valeh olsun da, öz-özünə admire var. Adoration və admiration var. Yəni ki, bax bunun üzərində qurulmalıdır. Qadın mən iqtisadçı olaraq sadələşdirəcəm də hal-hazırda 4 dənə göstəricə. Qadın kim istəyir? Romantik olsun, çünki qadınlar emosional varlıqdır. O istəyir yaraşıqlı olsun, cazibə olsun, seksual cazibə olsun və bu subyektivdir. Yəni ki, mən demirəm ki, hər bir kişi Brad Pitt olmalıdır da. Yəni ki, üçüncü istəyir resurslu olsun, resurs sahibi olsun və dördüncüsü istəyir ki, layal olsun, vəfalı olsun. Dördüncüdə məncə sual çoxdur. Bu dördü mümkün deyil. Belə kişi dünyada yoxdur. Birincisi onu anlamaq lazımdır. İkincisi varsa biz kişilər onu öldürərik ki, biz bunu rahat yoxdur, mümkün deyil. Mümkün deyil. 3 olanda bu jackpotdur. Yəni ki, bunlar 1% kişilərdir. Bu 4-dən 3 olanda. Adətən kişilərdə bu ikisi olanda good enough. Bax budur, low expectation. Və mən xanımlara bir fikri eksperiment etməyə təklif edirəm. Bu 4-dən 2-si olanda nə olmalıdır? Bax, onun üzərində fokuslansınlar. Onda şansları çoxdur ki, kimisə tapacaqlar. Əgər 3-ünü axtarsalar, bu dediyim kimi, bu jackpotdur da. Yəni ki, bu lotereyada, mən nə bilim, 1 milyonda bir qadın tapacaqdır. Mütləq tutsunlar və buraxmasınlar. Dördüncüsü isə bu kitablarda, romanlarda yazılan kişilərdir. Prince Charming falan onlardır. Mən düşünürəm, qadınlar ki, daha çox oxuyur kişilərdən. Bizim bir qadın klubu var, onlar kitab klubudur. Onları dəvət etmək istəyirdim ki, kitablarda nə öyrənməmək lazımdır. Yəni ki, belə çox yaxşı deyim var. Kişilər pornoya baxmamalıdır, qadınlar isə romanlar oxumamalıdır da. Çünki hər ikisi tamamilə yanlış fikir yaradır
kişilərdə qadınlar barədə, qadınlar kişilər barədə. Onlar bu romanları oxuyurlar, deyirlər mən də belə bir sevgili istəyirəm, kaş mən də belə sevərdi falan. Bu mümkün deyil adınız kişi üçün də, sadəcə mümkün deyil. Eyni şeydə kişi bunlara bu tipli qadınlara baxır, xəyal qurur, amma reallıqda bu deyil də. Yəni siz deyənsiniz, gözlənti məsələsi. Hə, gözlənti məsələsidir. Ona görə bütün bunlar olanda gözləntiləri asanlaşdıranda və 20 yaşda bunu etmək çox çətindir. Çünki sən vurulursan insana. Sən onu ola bilsin ki, tam anlamırsan. O da tam formalaşmayıbdır. Yəni ki, sən potensiala vurulursan və sonra bir yerdə böyüyürsüz. Artıq siz istədiyiniz kimi bir yerdə böyüyürsüz. Yenə də lotereyadır. Yəni ola bilsin ki, heç nə olmayacaq, amma orada heç olmasa şans var ki, sizdə nəsə alınacaq və qat-qat daha çoxdur. Nəinki siz düşünürsünüz ki, mən fərqindəliyə gələcəm 30-35 yaşında. Ondan sonra daha düzgün qərar qəbul edəcəm. Təəssüf olsun ki, pis xəbərim var. Birincisi, özünün inkişaf daimdir. Siz 40 yaşınızda daha ağıllı olacaqsınız, nəinki 30 yaşınızda. Sonra 40 yaşınızda kimi gözləyində. 50 yaşınızda da 40 yaşınızda ağıllı olacaqsınız, fərqindəli olacaqsınız. Onda 50 yaşını gözləyində. Bu belə işləmir axı. Biologiya var, saat var. Yəni biz ümumiyyətlə mən düşünürəm ki, biz indiki elə bir dünya insana çox belə siz demiş, həm narsist, həm də ki biraz belə nə deyirlər Allah ona? Öz xeyrini güdən kimi eləyir, təşviq edir insana, söz yadımdan çıxdı. Çıxarcı. Amma biz burada emosiyaları unuduruq. Biz yaddan çıxardırıq ki, əslində ailənin təməlində olan anlamlardan biri misal üçün hörmət deyir, sevgi deyir. Amma biz sosial mediadan gələn bizə daha çox elə bir əllə tutula biləcək şeylər göstərir. Misal üçün sən baxırsan deyirsən ki, filan kəsə maşın hədiyyə etdi. Nə qəşəng. Amma biz onun arxasındakı məsələləri görmürük də. Məsələn, biz necə insanları ümumiyyətlə ayırda bilərik ki, yəni real həyat, real ailə, real münasibətlər sadəcə hər hansı bir əşyaya sahiblənmək deyil. Və bunun arxasında kifayət qədər ağırlı işlər var və iki tərəfli investisiya var. Necə siz insanları ayırda bilərik bununla bağlı? Bu maliyyə savadlığının olmamasından gəlir. İnsanlar pulun psixologiyasını anlamırlar. Onlar düşünürlər ki, onlar bahalı əşya almaqla birincisi özünü xoşbəxt edəcəklər, belə düşünürlər. Əşyalar sənə emosional həzz verə bilir, sevinç gətirə bilir, amma hətta yeni iPhone aldın, bir aydan sonra artıq heç bir emosiya olmayacaqdır. Və bu iqtisadiyyatda law of diminishing marginal utility-yə gəlir. Mən bunu Azərbaycan mənaca tərcümə edə bilərəm. Hər bir yeni dəyər əvvəlkinin dəyərini azaldır. Məsəl üçün sizin 10 dənə iPhone-unuz varsa, birincisindən aldığınız həzz tam başqadır, 10-cu iPhone-dan həzz tam ümumiyyətlə demək olar ki, yoxdur. Və siz həzləri əgər pula bağlanılırsınızsa, daim olaraq həzləri artırmaq məcburiyyətində olacaqsınız. Niyə görə bu işləmir? Kimsə deyir, misal üçün, hər hansı bir ölkə var, orada məmurlar rüşvətxordur. Deyirlər, onlar yeyiblər, eyb yoxdur, qoy onlar qalsınlar, onlar qarnı artıq toxdur. Toxumu ya təzəsi gələcək, yenidən başlayacaqdır yeməyə. Mən izah edirəm ki, iqtisadiyyat belə işləmir. Çünki o yeyibdir, o artıq birinci porşeni alıbdır. Ola bilsin ki, ikinci porşeni alıbdır. Amma artıq həmin o zövqü almaq üçün o gedəcək, sonra Lamborghini alacaqdır, sonra təyyarə alacaqdır, sonra yaxt alacaqdır, sonra ada alacaqdır özünə. Yəni ki, bu bitmir. Əgər səndə yetərlidir hissi yoxdursa, yəni ki, bu bitməyəcək. Sən daim olaraq həmin bu həzzi əşyalardan almağa çalışır. Bu da qısa müddətlidir. Yeni maşın aldın, bir aydan sonra artıq o maşın sənə həmin o zövqü verməyəcək. Belə gəzəcəksən, ilk ay tozunuz adını siləcəksən, bir aydan sonra cızdı, cəhənnəmə cızılsın. Bu cür yanaşma var. Ona görə insanlar əşyalarda xoşbəxtlik axtarmamalıdırlar, bir. İkincisi, onlar anlamalıdırlar, niyə görə bunu edirlər. İnsanlar anlamalıdırlar ki, xərclərin psixologiyasının böyük bir hissəsi başqalarında təəssürat yaratmaq istəyidir. Trying to impress others. Maliyyə savadı mən indi kurs keçirəm də, investisiya kursu keçirəm və orada ikinci modulumuz məhz xərclərin psixologiyasına bağlıdır. Mən deyim ki, əgər sizdə bir də bu skill olsa, bacarıq olsa ki, başqalarını impress etməyə çalışmayın öz alışlarınızla. Bir çox xərcləriniz görəcəksiniz ki, azalacaqdır. Sadəcə başqaları mənim barəmdə nəsə yaxşı şey düşünməsi. Odur. Onun da səbəbi var. Buradan da iqtisadiyyat izah edir. Biz daim olaraq daha yuxarı sinifə aid olmağımızı hiss etmək istəyirik. Bu var. Və bunu pulla insan niyə görə qadın ya da kişi gedir krediti iPhone 17 Pro alır, Bentley alır. Yalandan özünü başqalarının gözündə olmayan sinifdən yuxarı görmək üçün. Özün təsdiq, klassik özün təsdiq məsələn. Və məndə son bir neçə gündə bu veriliş yazılan bir neçə gündə bu var. Xanımlar deyir ki, mənə
narıncı iPhone, Dyson falan almalıdır. Əgər almırsa, deməli o məni dəyərli hesab eləmir. Mən deyirəm, əzizlərim, yəni ki, onda Range Rover sürən Escort da dəyərlidirmi? Çünki ona bu Range Rover alıb veriblər. Siz onu dəyərli qadın hesab edirsinizmi? Və onun müqabilində orta statistik ailəcanlı bir qadın var, əri onu sevir, ona Toyota Camry alıbdır. İndi o Range Rover sürən Escort, Toyota Camry sürən xanımdan daha dəyərli çıxdı bu məntiqlə. Əgər mən qadına çox pul xərcləyirəmsə, o dəyərlidir. Elə deyil axı. Dəyər oyunla ölçülmür axı, əşyalarla. Nə ölçülür bəs dəyər? Dəyər Münasibətdə dəyər necə ölçülür sizdə? Bir çox xanımların argumenti odur. Niyə görə kişilər belə levi qızlara baxır da, hər yerini şişirdirmiş, vulqar geyinən, amma ailəcanlı qızlar qıraqda qalıbdı. Mən birinci ona razı deyiləm, çünki onlar bunu görürlər və özü biz gözləri tanıdılar və ümumiyyətlə problemin kökü qat-qat başqa yerdədir də. Amma bu dəyər məsələsinə gələndə mən həmişə deyirəm, gözləntilər vacibdir. Orta statistik xanım var, o dəyərlidir həmin kişi üçün. Əgər kişi gəlirin 90%-ni ona xərcləyirsə, çox da imkanlı olmayan kişi, bu qadın yüksək dəyərlidir. Biri var multimilyarder, özü üçün bir dənə Escort tutubdu və gəlirin 0,01% qədər ona Range Rover alıb veribdi də. Okey. Hansı daha da dəyərlidir də bu perspektivdə? Hər şey müqayisəli kontekstdə gedir. Hətta həmin o kişini qınayanlar da var. Deyirlər ki, arvadını almır, onu alır. Mən deyirəm ki, gəlin yenə də iqtisadi perspektiv. Onun arvadının birincisi arvad statusu var. Mən arvad deyəndə hüquqi termindən nəzərdə tuturam da, insanlar nə üçünsə tətiklənirlər də, qadın həyat yoldaşına arvad deyəndə bu hüquqi termindir. Deyirəm, onun birincisi statusu var və kişinin sərvətinin yarısı onundur. Yəni ki, bunu necə dəyərləndirirsiniz? İkincisi, o oyunu ilə çıxır cəmaat içində. Deyir ki, bu mənim ərimdir. Yəni ki, bunun da dəyəri var da, monetar olaraq. Və digərinin yeganə bərpa edəcək bu statusun heç biri yoxdur, sərvətin yarısı yoxdur, həyat yoldaşı statusu yoxdur. O yeganə bunu nə ilə kompensasiya edəcək? Bahalı oyuncaqlarla. Bax, budur, təsvir olsun ki, o qadının dəyəri yoxdur. O qadının yalnız oyuncağı var. Yəni ki, ona görə əşyalar oyuncaqlardan deyil. Dəyərlərə gələndə, hər bir insanın öz dəyəri var. Yəni ki, siz də təlimlər, mən də əvvəllər təlimlər demişdim, liderlik təlimləri demişdim. Adətən təlimlərdən biri də, çünki hər bir liderə dəyərlərin anlaması çox vacibdir və bu dəyərlər şirkətə bağlıdır, bağlı deyil. Və soruşuram, sizin dəyərlərin 3 dənə top dəyəriniz yazın. Ən çox sizcə hansı çıxır adətən? Ədalət, özün inkişaf, ailə. Ailə. Ən çox ailə çıxır. İndi mən növbəti sual verirəm. Siz də deyin, mənə maraqlıdır, sizin kontingentiniz nə düşünür? Birinci həmişə ailədir. Ailə. Bütün Azərbaycanlı kişilər ailə ilə deyir. Deyirəm, tamam, yaxşı. Deyirəm, təsəvvür edin, siz cənab prezidentlə, ya da demirəm prezident, müdürünüzlə görüşdəsiniz və sizin ananız sizə zəng vurur. Telefonu götürəcəksiniz, ya da yoldaşınız zəng vurur, ya da uşağınız zəng vurur. Götürəcəksiniz telefonu. Əksəriyyət yer yox, götürməyəcək. Onu deyirəm, boş-boş danışmayın ki, mənim ailə dəyərlərim yüksəkdir. Və nümunə gətirirəm Ramzan Kadırova. Onun anası zəng vurur, o da Putinlə görüşdədir. Deyir ki, Vladimir Vladimirovич, üzr istəyirəm, anam zəng vurur, mən telefonu gətirməliyəm. Və ailə dəyəri odur. Sizin heç bir ailə dəyəriniz yoxdur. Və əksər insanlar da mən düşünürəm, həmin bu mif içində yaşayırlar. Nə üçünsə yükləmişik ki, ailə çox vacibdir. Mən deyirəm, ailə vacib olmaya da bilər. Bu da okeydir. Sadəcə özünü aldatma yenə. Yəni ki, mesela bu uşaq məsələsinə gəlirəm. Bir dənə video paylaşmışdım ki, uşaq pulu yalnız uşaqlar doğulmayan ölkələrdə verilir də. Yəni ki, haradakı dövlət stimullaşdırır, o da heç işləmir. Yəni ki, Avropada uşaqlar doğulmur, bir xeyli pul da verilir. Yenə də qadınlar uşaq doğmur. Və bunun kök səbəbi odur ki, yəni ki, istəmirlər uşaq doğsunlar. Özlərinə əziyyət vermək istəmirlər. Konfor zonadan çıxmaq istəmirlər. Əlavə məsuliyyət. 18 il sən uşağı boya başa çatdırırsan. Təsəvvür edirsən 18 il nə boyda müddətdir və cavanlar istəmir. Deyirəm, o da özünüzü aldatmayın. Dövlət gəlirsə uşaq pulu verdi. Siz birdən-birə məsuliyyətli olacaqsınız. Yəni ki, birdən-birə ailə sizdə dəyər olacaqdır. Birdən-birə uşaq sizdə dəyər olacaqdır. Mən onu görə deyirəm. Uşaq ya dəyərdir, ya da dəyər deyil. Əgər dəyərdirsə, siz baxmayacaqsınız, mənim pulum var, yoxdur, siz gedib uşağı düzəldəcəksiniz. Amma əgər dəyər deyilsə, dövlət sizə nə qədər istəyir pul versin, siz yenə də uşaq doğmayacaqsınız. Bu insaf kimidir də, ya da vicdan. Deyək ki, mənim dəyərlərim vicdanlı olmaqdır, ədalətli olmaqdır.
Sabah əgər mən qeyri-ədalətli yolla pul qazana bilərəmsə, mən vicdanımı satacağam, ədalət dəyərimi satacağam. Yox, oğurluqla da çox pul qazanmaq olar, rüşvətlə də çox pul qazanmaq olar da. Yəni ki, belə baxanda. Mənə çoxlu pul versələr, mən gedirəm, adam öldürərəm, cinayət edərəm. Yox, çünki mənim dəyərimə ziddir. Və tərsinə, əgər sabahları ədalətə və vicdana görə pul ödənilməyəcəksə, mən ədalətsiz və vicdansız olacağam. Yox, dəyər həmişə səndə qalır. Pulun ona heç bir təsiri yoxdur. Bu yaxşı məqamdır. Niyə bunu deyirəm? Çünki iddia edirəm ki, ölkədə dəyərlər mövzusunda ən çox araşdırma insan bəlkə də mənəm. Top 5-dəyəm ən azı və mən bütün təlimlərimin kökündə dəyərlər mövzusu var hamısında. Bir dəfə maraqlı bir кейs olmuşdu. Həyat balans çarxını deyirik, yəqin bilirsiniz də onu da. Və orada ailə şeyi var. Deyirəm ki, bəs ailə durumunuzdan nə qədər məmnunsunuz? Mən orta yaşlı insanlardır. Orta yaş deyəndə biz 40 50 deyək. Okay, orta yaş deyəndə məndə də şey yaranır. Bir nəfər də dedi ki, mən də 9-dur. Deyirəm ki, ondan 9. Deyirəm ki, bəs yaxşı. Onda hər şey əladır da, siz məmnunsunuz. Dedi, hə, amma bir nəsə bir tərəddüd var. Sonra kişi mənə yaxınlaşdı ki, mən cəmaatın içində necə deyim ki, mənim ailəmdə problem var. Xoşuma gəldi ki, adam başa düşür bunu, amma pressure da var da. Məsələn, siz ailədə şeydən danışdınız, uşaqdan danışdınız. İndi adamın uşaq əldə etmək dəyərinin arxasında ayrı bir şey ola bilər. Tutaq ki, özünü təsdiq. Tutaq ki, xanım deyir ki, mənim də onun uşağı var, mənim də uşağım olsun və yaxud da kişinin özünü nəslə sübut etmək ki, mən də kişiyəm, təsdiq. Yəni bu bizim gördüyümüz burada uşaq sadəcə bir predmetdir də, təəssüf ki. O da var. Ona görə dəyərlər mövzusunda mən ümumiyyətlə düşünürəm ki, biz bundan nə qədər çox danışsaq, insanlar o qədər də rahat olacaqlar. Çünki bilməm, baxmısınız yoxsa yox, bu multik var da, bu Inside Out. Inside Out da məsələn bizim emosiyaları idarə edir. Amma məndən sorsanız insanları ən çox idarə edən dəyərlərdir. Bəs belə bir sual verirəmsə, dəyərlərdən yox da biraz bacarıqdan. Məsəl üçün siz davranış iqtisadiyyatından danışdınız. Bu mövzunu ümumiyyətlə bilməyən insan sizcə bu barədə ən vacib 3 dənə hansı fikri bilməlidir ki, bax bunları motivasiyasını ki, bu gəlib bunu araşdırsınlar. İnsanlar əksəriyyəti uzun müddətli düşünmür və düşünmədiyinə görə heç vaxt kasıbçılıq zəncirini qırmır. Bu birdir. Biz itirməyi qazanmaqdan daha çox qorxu yaradır. Əgər bizdə 1 milyonu qazanmaq və ya 100 mini itirmək varsa, daha çox 100 mini itirməkdən qaçacağıq, nəinki 1 milyonu qazanmaqdan. Bu da misal üçün bonus sistemində bizdə yanlışdır. Bizdə necədir? Biz deyirik ki, sən bunu yerinə yetirgəndə mən sənə bonus verəcəm. Amma bonus əvvəlcədən versən və əgər yerinə yetirməsən mən səndən geri alacağam. Bu insanlar psixologiyasına bu daha çox təsir edəcəkdir. Odur, bir də düşəm insanlar anlamalıdır ki, bizim beynimiz tənbəldir. 200 min il beyin tarixində o daim olaraq qıtlıqda işləyibdir. Kalori çatışmırdı. Çünki beyin ən balaca orqanlarımız olmasına baxmayaraq kalorimizin 20%-ni götürür. Və beyin daim olaraq o kompüterdə var, hibernate mod. Daim olaraq yarı sönmüş vəziyyətdədir. Və ağıllı insan və ona görə biz tez nəyisə bağlamaq istəyirik, tez həll etmək istəyirik, düşünmədən. Və bu bizi çox geri çəkir. Biz oturub hər bir məsələ üzərində yetəri qədər düşünmürük. Yəni, bu 3 dənəsini insanlar qavrasa və beyni yenidən proqramlaşdırsa, daha yaxşı nəticələr əldə edə biləcəklər. Təsəvvür edin ki, belə bir mağazin var, mağazada bacarıqlar satılır. Və sizin onun 100 min insanı alıb update eləmə imkanınız var. Hansı bacarıq alıb insanlara hədiyyə verərsiniz? Ki, bir dənə bacarıq, amma bunu götürün hamınız. Uzun müddətli düşünmək. Mən düşünürəm, bunu bacara bilsək. Mən anlayıram bu prinsip olaraq da dünya 3 günlükdür də, dündən bugün sabah. Amma insanlar adətən bunu tənbəllik etdiyinə görə, özünə əziyyət vermək istəmədiyinə görə, yetərincə intizamlı olmadığına görə bunu deyir. Əksəriyyətimiz uzun illər yaşayacağıq. Ola bilsin ki, mən də buradan çıxacağam, öləcəm. Ola bilər. Amma mən həyatımı bunun üzərində qurmamışam ki, mən indi buradan çıxanda ölə bilərəm. Mən həyatımı qurmuşam ki, mən 120 ildə yaşaya bilərəm. Onun üzərində də yaşaya bilərəm və həmin o məqama gəlib çatanda mən peşman olmayım ki, 40 yaşımda mən bunları etməmişəm. Mənim üçün vacib olan odur. Və insanları biz uzun müddətli düşünməyə vadar edə bilsək, bir xeyli problemlər həll olunmuş ola bilər. Düşün, uzun müddətli. Sizcə bu bizim mədəniyyətlə, kontekstlə, coğrafiya ilə bağlı, yoxsa sadəcə səhv təşviqatla bağlıdır? Ki biz qısa müddətli düşünürük. Çox sadəcə təkamüldür. Bu təkcə bizdə deyil. Dünyanın bütün insanı davranış iqtisadiyyatı 1000 insanı öyrənir, Azərbaycanlı öyrənmir.
Sadəcə dediyim kimi Maslow'un hierarxiyası var. Sən əgər baza ehtiyaclarını güclə ödəyirsənsə, sən uzun müddət barədə daha az düşünəcəksən. Nəinki artıq 3-cü, 4-cü pillədə olan insan pulu var, özünə hörməti var və artıq düşünür ki, mən dünyanı necə dəyişə bilərəm. Ona bunu etmək daha asandır. Belə bir şey deyim sizə, bax biz indi belə vəhşi kapitalizmin dövründə yaşayırıq. Kimi deyir ki, artıq sistem dəyişir. Məsələn, bu prosesdə tutaq ki, ailə qurmaq istəyən bir cütlüyə, kapitalizm içində adam ailə qurmaq istəyir. O necə təsir edəcək ona prosesdə? Bu qeyri-müəyyənlik, hansı ki, xüsusən son 1 ildə, 2 ildə biz onu hiss edirik. Və ümumiyyətlə o ailə qurmaq istəyən cütlük biz indi hansı dinləyirsə, hansı ki, tam əmin deyil, bilmir, necə olacaq, nətər olacaqdır. Onlara tövsiyəniz nə olar? Birinci, mən vəhşi kapitalizm sözündən ümumiyyətlə razı deyiləm. Kapitalizm nədir kökündə? İqtisadi bir termindir və istehsalat güclərinin özəl əllərdə olmasıdır. Yəni ki, insanlar özü qərar verir, öz həyatları barəsində, öz işləri barəsində. Mərkəzləşdirilmiş dövlət məmuru qarışmır insanların həyatına və biznesinə. Bu çox yaxşı fikirdir. Sadəcə nə üçün kapitalizm deyəndə biz ABŞ yadımıza düşür. Amma ABŞ kapitalizmlə çox uzaq bir ölkədir. Bəlkə ən korrupsiya olunmuş ölkələrdən biridir. Orada hər bir şey böyük korporasiyaların marağı üçün üzərində olunubdur və çünki real olaraq reprezentativli demokratiya yoxdur orada. Misal üçün Böyük Britaniyada satılan Fantanın içində təbii portağal var. Amma Amerikada satılan Fantanın içində heç nə təbii yoxdur. Hamısı rəngləyicilərdir. Ona görə məhz indi MAQA hərəkatı olaraq Kennedy gəlibdi və bütün bunları dəyişir. Çünki Amerikada real olaraq real qida yoxdur. Avropadan fərqli olar. Avropada nisbətən demokratiya olduğuna görə, məmurlar da nisbətən daha az korrupsiya olduğuna görə qidaya falana çox fikir verirlər. Amerikada isə korporasiyalar lobbiçilik vasitəsilə bütün konqresmenləri alıbdır. Siz əgər konqresmenlərin, senatorların gəlirlərinə baxsaq, investisiya gəlirlərinə baxsaq, hamısı milyonçudur və hamısının gəlirliyi orta bazar indeksindən yüksəkdir. Onlar elə bil ki, hamısı super investor. Warren Buffett onlar kimi qazana bilmir. Nancy Pelosi var da. Warren Buffett 2 dəfə çox qazana bilir. Çünki insider məlumatı var, levy bonuslar var, falanlar var. Ona görə Amerikada kapitalizm deyil. Əgər yaxşı kapitalizm nümunəsini istəyirsinizsə, İsveç çox yaxşı kapitalist ölkəsidir. Orada istehsalat sahələri özəl əllərdədir. Sadəcə dövlət qərara gəlib ki, vergiləri daha çox bölüşsün, paylaşsın. Redistribution of wealth. Redistribution of wealth dediyimiz gəlirlərin paylaşılması bu iqtisadi sistem deyil. Bu sosial razılıqdır. Əgər vətəndaşlar məmuruna inanırlarsa ki, o ədalətli bölüşdürəcəkdir, onlar onu seçirlər. O deyir ki, istehsal sahələri özəl əllərdədir, özəl şirkətlər pul qazansınlar. Amma 75% vergi varlar üçün. Biz o pulu alıb bölüşdürəcəyik, cəmaət bizə etibar edir. Bu iqtisadi məsələ deyil və bu nə sosializmdir, nə də kapitalizmdir. Bu cəmiyyətlə məmurlar arasında olan bir anlaşmadır. İndi nə edə bilərlər gənclər? Bəli. Mən bu yaxınlarda bir post paylaşmışam ki, baxın da, evlilik birincisi lotereyadır, ikincisi də uzatmaq alınmır. Və mənə yazdılar, bəs pul yoxdur, uşaqlarımızı necə böyüdək, uşaq düzəltmək üçün xeyli pul lazımdır. Bir oğlan yazır, adası 30 yaşındadır, 2500 manat maaş alır, deyir ki, bu azdır, mən uşağıma nə verəcəm? Mən ona görə uşaq düzəltmirəm. Birisi yalan danışma, gedən sən bunu uşağıma görə eləmirsən. Sən sadəcə məsuliyyət götürmək istəyirsən və qorxaqsan. Və belə də yazdım ona cavabında. Ki sən 2500 manat alaraq sən uşaq düzəldə bilmirsən Azərbaycanda. Harda ki Bakıda ortalama maaş 1200 manatdır. Oradan vergisiniz adına çıxsaq 600 manatdır. Yəni ki orta statistik Bakılı 600-700 manat alır, o uşaq düzəldir. Sən 2500 manat qazanırsan, uşaq düzəltmirsən. Sadəcə real olaraq deyilən ki, mən uşağa baxmaq həvəsində deyiləm. Mən egoistəm. Bu boş-boş söhbətləri bitirin. Mən düşünürəm ki, xoşbəxt insanın bir həyat fəlsəfəsi olmalıdır, hər şeydən kənar. Kimdəsə bu Allaha inamdır, kimdəsə dindir, kimdəsə nəsə başqa bir şeydir, verilişin əvvəlinə toxunmuşuq. Əgər sən ailəni başlayanda ümidsiz yerdən başlayırsan ki, Allah sənə kömək etməyəcəkdir, alınmayacaqdır. Yəni ki, o çox çətin olacaqdır. Mən düşünürəm, inam cəmiyyətdə yoxdur. Nə qadın kişiyə inamı var, o məni ata bilər,
o məni boşlaya bilər, mən uşaqla tək qala bilərəm. Və nə qədər qadın çox belə düşünsə, bir o qədər də belə tipli kişilər yanında olacaqdır. Çünki Allah eşidir sən iç qorxularını və onu da göstərir sənə. Eyni şey də oğlanlarda. Ay qadın məndən pul istəyir, mən pulum olmadığında məni dəyərləndirməyəcək. Və ona görə onun yanında həmişə pulgir qadınlar olur. Və bu məsələ bir-birlərinə inam yoxdur. Bu onsuz da çətinləşdirir. Bir də Allaha inam yoxdur. Gələcək, yəni ki, Allah kimsə inanmırsam, gələcək inam yoxdur. Ki hər şey yaxşı olacaqdır. Optimist. Mən hamıya deyirəm, baxın, siz indiki vəziyyətdə belə nənə babanızdan qat-qat yaxşı yaşayırsınız. Sizin nənə babanız onların nənə babasından da yaxşı yaşayıbdı. Və 200 min il ərzində bütün təkamül boyu növbəti nəsil daha yaxşı yaşayıbdı. Necə oldu ki, onlar 13 dənə uşaq düzəldilər və necəsə siz gəlib boyu başa çatmısınız, siz indi bir dənə uşaq düzəltməkdən qorxursunuz, 2500 manat sizə çatmır. İnam çox vacibdir, gələcək inam çox vacibdir, bir-birlərinə inam çox vacibdir. Bizim cəmiyyətin, iqtisadiyyatın ən böyük, ən fundamental problemi bir-birimizə etibarımızın olmaması, etimad yoxdur, bütün səviyyələrdə. Valideyn-uşaq münasibətində, ər-arvad münasibətində, dövlət məmuru vətəndaş münasibətində heç kim bir-birinə etibar etmir. Hamı yalnız öz xeyrini güdür. Və etibar üzərində qurulmayan cəmiyyətin heç bir gələcəyi yoxdur, təəssüflər olsun. Biraz bəlkə şəxsi olacaq sual, amma siz bu sözü bir neçə dəfə qeyd elədiniz. Bəs sizin həyatınızda Allahın rolu nədir? Mən Allaha çox inanan insanam, uşaqlıqdan həmişə inanmışam və onun möcüzələrini çoxlu yaşadıbdır mənə. Mən onların bütün bu cavanlara o misalı gətirər, öz misalımı gətirirəm. Mən evlənəndə, nişanlananda 21 yaşım vardı, 22 yaşımda evləndim, 23 yaşında ata oldum. Mən evlənəndə maaşım $700 idi o vaxt üçün. Söhbət gedir 2004-cü ildən də. Hələ ki manat 4900-də, yəni ki plus minus hələ həmin 700 manatdır da. Evim yox idi. Maşın da məndə balaca Hyundai Accent idi. Babam rəhmətə getmişdi 2002-ci ildə və o balaca Hyundai Accent mənə vərəsəliklə çatmışdı. Heç nəyim yoxdur. Biz oktyabrda evləndik. Artıq bir həftədən sonra, bir aydan sonra anladıq ki, artıq uşaq gözləyirik. Və apreldə artıq ev almışdıq və uşağım doğulmamışdı öncə mən yeni Hyundai Tucson aldığımda $23.500 o vaxtları və hardasa $60.000 ev aldım. Mən bir ilin içində $100.000 Allah mənə yetirdi. Bilmirəm necə. Mən də nə kimi anlamıram. O hardan gəldi o pullar, inanırsınızmı? Yəni hər növbəti uşaqla böyüdü. Əvvəlcə 130 kvadratlıq ev oldu, üçüncü uşağımız olanda 260 kvadratlıq evimiz oldu, bunlar böyüyəndə. Yəni ki, Allah bu bərəkəti verir, sadəcə inan ona ki, o sənə gətirəcəkdir. İnansan, olacaqdır. İnanmadıqca həmin o auranı yaradırıq. Bilmirəm, bu izoterikadır, bu necə işləyir, amma bu frekanslar var. Sən nə qədər çox inamsızlıq göstərsən Allaha qarşı, gələcəyə qarşı, bir o qədər də o səni qayıdacaq. Nə qədər çox inam göstərsən, bir o qədər də səni yol asanlaşdıracaqdır. Mən belə bir inanclı insan tanımıram ki, Allah ona heç olmasa ömründə bir dəfə çox varlı olmaq imkanını yaratmasın. Sadəcə kim ondan necə istifadə edibdir, o digər məsələdir. Bir dənə sual verim də, elə bir-birinə yaxındır da. Özünüz də məndə paylaşmışdınız ki, sizdə şikayət yoxdur. Deyirlər ki, bəs siz özünüz boşanmış kişisiniz, siz uğurlu münasibətlərdən danışırsınız. Və yaxud da sualın ikinci hissəsini deyim ki, necə oldu ümumiyyətlə siz başladınız bu mövzuda danışmağa? Boşanma mı sizə təşviq etməyib danışmağa, yoxsa sadəcə nakipela? Mən düşünürəm ki, mən bir şeyin fərqində qaldım. 40 yaşımda boşananda anladım ki, mənə anam var idi, anamın 2 dənə bacısı var idi, nənəm var idi, xalam qızı var idi. Mən 40 yaşıma gəlib çatmışam və qadınları ümumiyyətlə anlamamışam. Yəni mən bilmirdim ki, qadın 4 dənə siklı var və 4 siklı tamamilə fərqli şeylər istəyə bilər. Elementar olaraq 40 yaşında işləyə buydu ki, 3 dənə uşağım var. Mən bunu anlamıram. Amma bu çox vacibdir. Onu necə başa düşdünüz bəs? Oxudunuz? Araşdırmağa başladım ki, mən həmişə dediyim kimi də mən hər bir failure-da, hər bir uğursuzluqda dərs çıxarmağa çalışıram ki, Allah mənə nə öyrənməyə çalışıb bu ilə, mən dərsimi öyrəndim. Çünki dərsimi öyrənmədən növbəti etapa keçə bilmirsən. Mən araşdırma başladım və görürəm ki, bunu ümumiyyətlə heç kim bilmir. Heç bir ana öz oğlunu ər böyütmür. Özü üçün ər böyüdür. Başqa qadın üçün ər böyütmür, əksərən. Və mən dedim, okey,
Nədən kimi iqtisadiyyat barədə danışmışdım. Ailə institutunun iqtisadiyyata çox böyük bağlılığı var. Mən dəfələrlə demişəm ki, The Economist belə jurnalı barədə, tənhalıq barədə, münasibətlər barədə, boşanmalar daim olaraq məqalələr yazır. Ailə institutunun dağılması iqtisadiyyata böyük bir təsiri var. İqtisadiyyatın strukturunu dəyişə bilər. İpotekalardır, maşınlardır, səbətlərdir, vergilərdir. Çünki ABŞ-da ailə vergisi ayrıdır. Əgər evlisənsə, əgər ayrı-ayrı yaşayırsansa, vergilər tamamilə başqadır. Yəni ki, çox təsiri var iqtisadiyyatda. Birincisi odur. İkincisi olaraq mən Azərbaycan iqtisadi modelini araşdıranda mən anladım ki, iqtisadi model kimisə kopyalamaqdan keçmir. Öz həqiqi dəyərləri, millətin dəyərlərini anlayaraq və bu dəyərlər üzərində quran iqtisadi model olmalıdır. Və eyni olaraq biz də insanlar olaraq biz bu Avropanın təsiri altında, Qərbin təsiri altında, xüsusən son 25 ildə solçu liberalların Avropanın başına açdığı oyunlar çərçivəsində bizə də bunun yan təsiri olubdur. Mən görürəm biz köklərimizdən uzaqlaşırıq, ona görə iqtisadiyyatımız artmır. Biz tamamilə səhv bir, yanlış bir model seçmişik iqtisadi inkişaf olaraq. Və eyni şeydə mən ailə münasibətlərində görürəm. Biz yanlış model seçirik. Köklərimizə əsaslanmayan, dəyərlərimizə əsaslanmayan model keçmişik. Bu da uçuruma aparacaqdır. Və ona görə də bu maarifləndirməni, bunları toplayıb iqtisadiyyat, münasibət ki, bir-birindən asılıdır. Bildiklərimi paylaşmağa başladım. Çünki bu barədə indənə kimi heç kim danışmırdı. Azərbaycanda münasibət barədə podkast yox idi. Amma siz dünyanın top podkasterlərinə baxsaq, hamısının münasibət barədə çoxlu videoları var. The Diary of CEO, Chris Williamson'dır, School of Greatness, hamısı münasibət koçlarını, dünya şöhrətli psixoloqlarını çağırıb bu barədə danışır. Çünki seks və pul sonda bütün cəmiyyətlərdə ən aktualdır. Sadəcə biz seks adını çəkə bilmirik, yəni ayıbdır. Adını qoymuşuq münasibət. Amma fundamentdə budur da, yəni bu bazı ehtiyac da Maslow'un birinci pilləsindədir də. Sən də bunu almadıqda sevgi mənsubiyyətə çata bilmirsən. Sevgi mənsubiyyətə çata bilməyəndə öz hörmətinə gedib çata bilmirsən. Sonra da özünü reallaşdırmağa çata bilmirsən. Biz bazanı həll etməmiş, birdən-birə harısı yüksəyə hoppanmaq istəyirik. Bu da alınmır onu. Alınmayacaqdır. Bəs siz oğul böyüdürsünüz, mən bilən. Ən azı birini görmüşəm. Hə, görmüşəm. Məsələn, oğlunuzu böyüdəndə istifadə etdiyiniz texnikalar nədir? Məsələn, deyirsiz ki, bax bu 3 dənə prinsip var ki, mən sırf oğlu böyüdəndə mən bunu riayət etməyə çalışıram. Birincisi, Azərbaycanca bu sözün tərcüməsini bilmirəm, samostoyatelnin sözü var. Müstəqil? Müstəqil biraz azaddır da, yəni ki, fərqli şeylərdir. Araşdırmışam onu. Araşdırmışsınız. Tamam. Yəni ki, öz oğlanı formalaşdıran, oğlan uşağını formalaşdıran daha çox problem həll etmə bacarığıdır. Nə qədər çox problem həll etsə, bir o qədər də hazırlıqlı olacaqdır. Və mən də onun uşaqlıqdan 10 yaşından məndədir. Bunun bir üstünlüğü olub ki, ayrılmağın anası təsiri azdır. Çünki ananın enerjisi qoruyucu enerjidir. Sən alkoqolik də ola bilərsən, narkoman da ola bilərsən, anan yanına gəlib ağlaya bilərsən, ana səni qəbul edəcək. Atanın enerjisi başqadır, real həyata hazırlamaqdır uşaqlarını. Bunu vacib anlamaq lazımdır. Ata daim o təpi vurmalıdır da get işdə. Get problem həll elə, özün həll elə. Özün get, özün gəl, özün bunu elə ginən. Və oğlan uşağını bu formalaşdırır. Bu bir. Maksimum ona tapşırıq verilir, öz arxanca yığışdır, öz qabığı yumaq da azdır, hələ sil az götür yerinə qoy. Yəni ki, bax budur. Ki 10 yaşından başlayaraq oğlan uşağı bunları etməlidir. Metro ilə getməlidir, avtobusla getməlidir, problemlər həll etməlidir, məktəbdə danışmalıdır, bullying görməlidir, bully etməlidir, döyülməlidir, döyməlidir. Bütün bunlar kişini formalaşdıran bir şeylərdir. Biz belə bir cəmiyyətdə yaşayırıq, ay, məktəbdə hansısa uşaq sənə nəsə deyib, valideynləri çağırın, qoy nəsə söz desinlər. Olacaqdır da, həyatdır da, məktəb də uşağı həyata hazırlamalıdır. Biz o qədər feminləşdirmişik də, və femin enerjisi bu da empatiya, zorakılığın olmaması falan. Dünya çox sərtdir, dünya zorakıdır. Yəni ki, bu uşaq gedəcəkdir və döyüləcəkdir küçədə. Nə qədər tez yumruq yesə uşaqlıqdan, bir o qədər o yumruq yeməyə hazır olacaqdır. Odur, aqressiv idman növləridir, maskulinlikdir və sağlam maskulinlikdir dediyimiz kimi. Anavın maşının qapısını get aç ginən, bacıva hörmətlə yaşa ginən. Əgər o deyirsə, get onu, baxmayaraq ki, ən balacasıdır, onun böyük 2 dənə bacısı var, ən balacası odur. Amma yenə də öyrəşdirirsən ki, bacımın qapısını aç, anamın qapısını aç, irəli apar onu, get sən həll elə bunu. Bu da öyrəşdirməkdir. Və üçüncüsü də münasibət barəsində coachingdir.
John Gottman'ın The Man's Guide to Woman kitabı var. Mən bunu Azərbaycan dilində mənim tövsiyəmlə tərcümə olunubdu. Qadın bələdçi, kişilər üçün qadın bələdçisi kitabı. Artıq tərcümə olunubdu, satışda var. Bir çox mifləri açıb və mənim oğlum 14 yaşında da o kitabı bilir. Mən nə bilim üzr istəyirəm, qadının o orqanlarından tutmuş, nə harda yerləşir, plus bütün hormonal sikllarında və bütün bu hormonal sikllarında nə etmək lazımdır, onu hamısını bilir artıq 14 yaşında. Siz onu push eləmisiniz, yoxsa məsləhət görmüsünüz? Biz yerdə audio kitab almışam, bizim yolumuz uzaq idi məktəbdə, 1 saat yarım məktəbə gedirdik də birlikdə və o kitabı qoyurdum, qulaq as, 3 dəfə qulaq astırmışam, hard kopisini almışam, masasının üstünə qoymuşam. Çətindir, oxumaq istəmir, amma mən bu formada məcbur edirəm. Ən azından audio kitab formasında qalır. Və idealda əlbəttə ki, ana öyrətməlidir, amma mən dedim ki, okey, analar necəsə utanır, çəkinir, oğlan uşaqlarını bu barədə danışsınlar, eləsinlər. Okey, onda biz ata kimi irəli getməliyik. Bizim atalar nə üçünsə axmaqdılar. Mən nə bilim 16 yaşı tamam olan kimi hamama aparırlar. Oğlanı ən azından. Mən deyirəm, bunu etməkdənsə tanışdıq. Baxın da uşağı zinəyə ürgəşdirməyin də axmaqlar. Yəni ki, ondansa elə tərbiyə edin ki, 18 yaşında artıq evliliyə hazır olan bir oğlan olsun da. Mənim məqsədim nədir? Niçünsə düşünürlər ki, oğlana evlilikdən öncə olar münasibət qurma, qıza isə olmaz. Necəsə belə bilməm. Mən düşünürəm, heç birinin olmaz. Çünki oğlan nə qədər çox qadın cinsi orqanını görsə həyatında, bir o qədər də korlanmış olacaqdır və tərsinə işləyir. Mən qəti əleyhinəyəm. Mənə evlilikdən öncə nələrsə görmək, nələrsə görüşmək, bu absurd bir fikirdir. Yəni ki, biz maşını almırıq ki, test drive eləyək də. Bunu sən insanı nəyə gətirmirsən də, bütün bu ideyalardan ki, evlilikdə öncə yaşayın. Deməli, başınız işləmir, xarabsızdır, nədir? Ya da ikinci variant bəs yoxlamaq, yoxlamaq ki, biz uyğunluq yoxsayıq. Onların səsindən deyirəm, ha. Bilirsiniz təcrübli nədir? Bu bir hipoteza idi ki, sən əgər evlilikdən öncə yaşasan birlikdə, boşanma ehtimalın azalır. Amma 70-ci illərdən bura Amerikada, Avropada bu var idi və statistika göstərir ki, həmin bu evliliklər daha tez dağılır. Hansı ki, bir yerdə əvvəlcə yaşayıblar və data 100% deyir ki, onlar daha tez dağılır. Tez doyurlar. Çünki, baxın, ailə nəyin üzərində qurulubdur da? Məsuliyyət üzərində qurulubdur və kişinin cəsarəti üzərində qurulubdur. Əgər kişi cəsarətli deyirsən ki, qadın, narahat olma, mən səni alıram və mən arxanda duracağam. Əgər deyir ki, gəl bir dənə dəniyək, qoy mən sənin hər tərəfindən, hər şeyindən alım biraz, sonra mən qərar verərəm, mən səni... Bəs xanım desə ki, yox, mən hazır deyirəm. Mütləq, xanımlar bunu mütləq deməlidir. Yəni ki, mən indi hətta yerli blogerlər də görürəm, bu axmaqdırlar. Öz qızlarına belə deyir ki, tərbiyə verirlər ki, get yoxla ginə. Hala sən qızın maşındır, nədir sənin qızın? Sən öz qızını niyə belə rasxodlu tovar, yəni məhsul eləmirsən də? Yəni və oturub bunu utanmaz podkastlarda danışırlar. Mən inana bilmirəm buna ki, bir var ki, başqalarına məsləhət versinlər. Bu ikiyüzlüyün bir tərəfidir, amma o qədər axmaq olmalısan ki, deyirsən ki, mən öz qızıma deyirəm ki, sən get tez drive maşını ol ginən hansısa bir əclafçı. Hansı ki, məsuliyyət götürə bilmir, cəsarəti çatmır, gəlsin atovun yanına səni əlvi istəsin, evlənsin sənlə, ondan sonra istədiyini alsın. Amma hansı bir əclafın yanına get ginən, hər şeyi ver ginən ona, qoy bir test eləsin səni, ondan sonra qərar verərsiniz. Axmaqsız siz, nəsiz. Çox əsəbləşdir bu mövzu məni. Hiss edirəm. Və ən əsas odur ki, bu yanlış hipotezadır və bu sübut olunub ki, çünki orada məsuliyyətsiz qorxaq kişidir və ona görə o ailələr daha tez dağılır. Çünki o əvvəlcədən zəif kişi olubdu, o əvvəlcədən qorxaq olubdu və qorxaq kişi ilə, məsuliyyəti götürməyən kişi ilə gələcək yoxdur xanım. Bir dənə bir şey deyim, qısa, sərdən sual gətirirəm. Bu turning point sizə harda oldu cəmiyyətdə? Yəni turning point orada kimsə üçün bizdə ən azı biz atalarımızdan falan görmüşük də, bizdə kişi modeli olubdu da. Bu nə vaxt belə qırıldı və biz ayrı yolla getməyə başladıq sizcə? Sizin şəxsən fikriniz. Mən bu sualı çox özümə verirəm ki, bu nə vaxt oldu? 2000-lərin əvvəlində oldu və nə ilə oldu? 2 dənə hadisə üst-üstə düşdü. Birincisi, bizim Sovet hökumətini görmüş valideynlər, çoxlu çətinlikdən çıxan valideynlər, fərqində olmayan valideynlər, iqtisadi maraqlar üzərində ailə qurmaq məcburiyyətində olan valideynlər uşaqları üçün sevgi arzuladılar. Uşaqlarını çətinlikdən uzağa aparmaq arzuladılar. Bu bir etap, öz-özlüyündə ayrıcadır. İkinci etap, əvvəlcə
media nə idi? Yəni dövlət kanalı var. Sən bir də ASTV-yə baxırdın və yuxarıda böyük qardaş nə deyirdirsə, onu yayımlayırdılar. İndi hər bir axmaq əlində bir də telefon, bir də populist fikri ilə, sosial media vasitəsilə istənilən ideyanı yayımlaya bilir. Yenə də mən söz azadlığı tərəfdarıyam. Mən qəti əleyhinəyəm ki, kimisə nəyisə görə olsunlar, amma bir tərəfdən stressdən uzaqlaşanda həm bu sevgi, romantiklik və məsuliyyəti götürməmək üzərinə böyüdülən bir cavan uşaqlara, plus da buradan sosial media göstərirsə, kimsə arenda götürülmüş Ferrari-də, kreditə alınmış zinət əşyaları və güllərlə bir xanım nəsə çıxıb özünü göstərir burada. Bu da ona baxır, deyir ki, mən də belə sevgi istəyirəm, mən də belə bir ər istəyirəm falan. Bu yaxınlarda bir qadın forumunda çıxış edirdim. Mən necəsə bu qadın forumlarına elə çağırırlar ki, biraz fərqi. Hamısı qadındır, bir də mən təkəm də. Və mən deyirəm, mən anlayıram, siz hamınız yığışmısınız bura, hamınız varlı, maskulin falan ər istəyirsiniz də. Mən deyirəm, sonuncu dəfə statistikanı yoxlayanda, əgər sırf maaşlara baxsaq, Azərbaycanda 8.000 manatdan yuxarı maaş alan hardasa 8-10 min nəfər var. Onun neçəsi qadın, neçəsi kişi də bilmirəm, o statistika yoxdur. Və onların neçəsi subaydır və neçəsi subay deyil, onu da bilmirəm. Okay. Amma plus minus 8.000 nəfər 8.000 manatdan yuxarı maaş alan var. Okay. Və siz hamınız onları istəyirsiniz. Siz anlayırsınız ki, bu mümkün deyil. Riyazi mümkün deyil. Riyazi mümkün deyil, yəni ki bu. Siz niyə görə öz dəyərinizi pulla ölçürsünüz də? Və bütün bu o boyda bir Quran söz demişəm orada. Mən düşünürəm ki, mən belə də yaxşı bir təsir etmə qüvvəsinə malikəm. Oradan çıxandan sonra xanımların bir neçəsi mənə belə mesaj yazıb ki, həmin o 8.000 nəfərdən oğlan ki necə tapa bilər? Yəni yaxşı da, kamada o boyda Quran söz demişəm ki, ümidlərini itirmirlər demək ki. Yəni ki, də o qədər tətiklənmisən sən öz arzularına. Və təəssüf bilirsiniz nə doğurur? Yəni bu sosial medianın gətirdiyi, misal üçün podkastları görürük də. Hansı super uğurlu bir hekayəni çıxarırlar, keçmiş eskort gəlir, çox varlı bir kişi evlənibdir və başlayır danışmağa ki, siz də vizualizasiya edin, afirmasiya edin, özünüzə inanın, siz də belə olacaqsınız. Astrologun qaybına çıxmayan insanlar. Mən bu elə bir ki, Angelina Jolie, Brad Pittə baxıb, gedib Azərbaycanda aktyorluğu oxumaq kimi də düşünür, sən də belə olacaqsan da. Bu positive black swandır da, yəni qara ququşdur, ehtimalı çox aşağı olan, amma baş verəndə yaxşı, bu mümkün deyil. Mən siz hardan görürəm bunu? Cəmiyyətdə çox ciddi tənqid təfəkkür boşluğu var. İnsanlar sorğulamırlar məlumatlar ki, bu hardan bunu deyir, necə edir? Məsələn, mən hərdən bir neçə paylaşıram, bu astroloqlarla falan, numeroloqla bağlı paylaşıram. Məni konkret bullying edirlər. Ki, sən nə danışsan, məndə bu işlədir. Deyirəm ki, səndə bunu işləməyi bununla bağlı deyil. Yəni, ola bilər, olmasın bu. Bir dənə sual verim, sən bu yavaş-yavaş bitiririk. Amma bu, yəni, suallarım çoxdur. Və misal üçün, mən özüm də elə düşünürəm. İndi mən də bunları gələcəklər, amma hər halda. Bax, mən inanıram ki, bizim bu karyera pəs vardır. Məsələn, bugünkü karyera reallığı daha çox kişilərə uyğundur. Yəni uğur qazanmaq üçün sənin biraz daha çox kişilərdə tələb olunan bacarıqlar lazımdır və bu istər-istəməz bu prosesdə uğur qazanmaq istəyən xanımı maskulinləşdirir. İstər-istəməz. Siz bundan razısınız yoxsa yox? Əgər və ümumiyyətlə sizcə uğur qazanmaq istəyən xanım necə bu balansı tapa bilər? Mən bundan razı deyiləm. İlk öncə mən düşünürəm ki, əgər siz top, yəni ki, idarə etmədə CEO səviyyəsində olmaq istəyirsə, o mütləqdir və onun yeganə bir izahı var ki, kişilər daha çox riskə gedirlər, nəinki qadınlar. Bu da təkamüldən gəlir. Sən yetərincə axmaq olmalıydın ki, mamıntın arxasıcan qaçasan. Çünki sən çoxlu risk götürməyən, ağıllı olsaydın, sən mamıntın arxasıcan qaçmaz. Ona kişilər daha tez ölür, ona görə kişilər daha çox tez qazanmada düşür, daha ağılsız hərəkətlər edir. Yəni ki, siz krokodillə üzən qadın görmüsünüz, nə vaxtsa bir gölə tullansın, krokodili belə tutsun. Amma nə qədər kişi var, ya da ayla vuruşan yoxdur da. Çünki qadınlarda 200 min il ərzində onu ocaq qorucusu, uşağın qorucusu kimi edirlər. Onun ki, top CEO səviyyəsində qadınların çatmaq şansı çox azdır. Əgər öz beyinlərini rewire etsinlər, yəni ki, risk götürmə iştahasını qaldırsınlar, bu da əksəriyyət üçün mümkün deyil. Ona görə qadın C-level səviyyəsində çox az görəcək. Bunda heç nə dəyişmə olmur. Amma onun aşağıdakı icra funksiyalarında qadınlar bəzi yerlərdə artıq kişiləri gəlirlikdə də ötübdür. Washington DC-də, New Yorkda, Londonda gəlir bərabərsizliyi demək olar ki, yoxdur. Eyni şirkətdə, eyni pozisiyada, eyni təcrübəyə sahib olan insanlar arasında. Çünki orada
baxın, əvvəllər pul qazanmaq üçün, uğurlu olmaq üçün karyerada hardasa fiziki güc lazımdır. Çünki işlərin əksəriyyəti fabrik zavodlarda idi də, qadın nə gedəcəkdi də, yəni kişi ilə fiziki perspektivdən rəqabət apara bilməz. Lakin 3-cü sənaye inqilabından sonra, xüsusən indi 3-cü, 4-cü sənaye inqilabı gəlir. Haradakı fiziki güc artıq ikinci mərhələyə keçib. Artıq ağıl çox vacib rol oynayır. Qadınlar ortalamada kişidən daha ağıllıdırlar. Yəni ki, o reallıq var. Siz sonuncu olimpiyada qaliblərinə baxın, əksəriyyəti xanımlardır. Empatiya qurmaq bacarığı, komanda quruculuğu çox vacib rol oynayır. Qadınlar daha yaxşıdır, çünki ailədir. Qadın daha yaxşı insanları idarə edir, nəinki kişi. Məncə bu yaxşı sualdır. Razı deyirsən? Yox, demirəm razı deyiləm. Məncə bu yaxşı sualdır. Şirkəti yaxşı idarə edir. Mən düşünmürəm ki, kişilər komandanı daha yaxşı idarə edir. Şirkət də komandadır əslində. Ailə prizmasına girmirəm, amma bu da komandadır. Çünki ailəni də komanda olaraq prizma eləsək. Əgər hamısı kişilərdirsə, yəni ki. Valla mənim komandalarımın çoxsu xanımlar olub. İndi onlardan özdən soruşmaq lazımdır. Məncə xoşbəxt olanlar var. Demirəm xanımlar pis liderdirlər, estağfurullah. Sadəcə mən bir şey yeganə bura nə gətirəcəm ki, müasir qrafik, iş qrafiki xanımlara uyğun deyil. O əminliklə var. Çünki xanımların ki, bu 4 dənə siklı var. Biz kişilər stabili, hormonal sikl perspektivindən. Biz səhər də özümüzə eyni hiss eləyirik, axşam da eyni hiss eləyirik və bütün günlərdə ay boyu özümüzə eləyirik. Qadın bu ayda 4 dəfə dəyişir. Və qadına bu 9-dan 6-ya kimi korporativ iş çox çətindir öz-özlüyündə. Çünki onun dincəlmə, istirahət vaxtları olmalıdır, özünü yaxşı hiss etdən vaxtlar. Əgər biz bu qrafiki dəyişsək, qadınlara uyğun deyilsə, onlar mən düşünürəm kişilərdən yaxşı performans göstərəcəkdir. Sadəcə müasir iqtisadiyyat belə işləyə bilmir də. Sən korporativ mühiti hər qadının siklına uyğun olaraq dəyişə bilmirsən də. Və bu səbəbdən bu olur. Amma bunu idarə edən xanımlar prinsipcə, yəni gəlir, əgər biz məvacibi göstərdiyi dəyər prizmasından dəyərləndirsək, yəni ki, əgər qadın kişidən hal-hazırda daha yüksək maaş ala bilirsən həmin işdə və bu onun daha dəyərli olduğunun göstəricidirsə, bu özü mübahisə oluna bilər yoxsa yox, amma faktiki olaraq qadınlar indi kişilərdən daha çox qazanır. Çünki onlarda yetkinlik vaxtı daha tez gəlir. Qadınlarda 12 yaşında gəlir. 18 yaşında qadından, ya da qız övladı ilə 18 yaşlı olan tamamilə fərqlidir. 18 yaşlı qız gedib daha yaxşı nəticə performans göstərəcəkdir korporatda, nəinki oğlan. İşmə baxımdan razıyam. Son 2-3 sualımı verim sizə. Mən maraqlıdır. Məsələn, biz sizi daha çox belə şey tərəfdən tanıyırıq. Peşəkar prizmadan tanıyırıq. Mən əminəm ki, hansı bir insana maraqlıdır ki, Fərhad bəyi xoşbəxt eləyən nədir? Adi həyatda sizi nə xoşbəxt edir? Xoşbəxt. Mən dediyim ki, 3 dənə söz var. Gəlin dəqiqləşdirək siz həqiqətən bu nədir? Mənə nə həzz verir, nə sevinc gətirir, nə xoşbəxt. Məs xoşbəxtlikdən. Həzz maraqlı deyil mənə. Həzz onsuz da biz aşağı-yuxarı bilirik, aşağı-yuxarı ola bilər. Siz nə xoşbəxt edir? Xoşbəxt sözünü dəyişib hüzurlu da eləmək olar. Yox, bu başqadır. Xoşbəxt, hüzur başqa şeylərdir. Məni xoşbəxt eləyən odur ki, mən artıq missiyamı bilirəm və onu icra edirəm. Və prinsip çox uğurlu alınır. Çoxlu çətinliklərə baxmayaraq, bu mənim hansısa bir məqamda əleyhimə çox çıxır. Mən bu sosial media aksiyum falan, amma bu mənim missiyamın içində olduğum üçün vecimə də çox almır. Bir çox xüsusən iqtisadi qurumlarda qara siyahıda, yəni tədbirlərinə falan çağırmırlar buna görə. Bəzi dövlət kanallarının qara siyahısındayam bu səbəblərdən. Bu əleyhimə çalışır, amma insanlar arasında əgər siz indi küçəyə çıxsa soruşsanız ən tanınmış iqtisadçı kimdir? Baxmayaraq ki, mənim belə baxanda iqtisadi akademik kimi deyiləm, amma deyəcək ki, Fərhad Pərvizidir. İqtisadiyyatı insanlara öyrəşdirən kimdir? Fərhad Pərvizidir. Yaxşı, Fərhad Pərvizin adi həyatda hüzur. Hüzur hüzur gətirəcək bir şey yoxdur sözün açığı. Mənim beynim daim olaraq fırtınalardadır. Hüzur Bəlkə ona görə düşünürəm, bir evlənsəydi biraz sakitlənərdə bəlkə hüzur gətirərdi, o da çətindir. Yəni sözün açıq o qədər qadınlar və münasibətlər barəsində oxumuşam ki, mən özüm hərdən düşünürəm ki, özümü fikir iflicinə gətirmişəm, düşüncə iflicinə gətirmişəm. O qədər düşünürsən ki, anlayırsan ki, o qədər çətindir və qorxursan bunlardan. Yəni bir analogiyam var. Fərhad bəri bir Pagani avtomobili var da, belə çox qəşəng, super seksual bir maşındır, 10 milyon dollardır. Fərhad Pərvizi beynində belə bir münasibət qurubdur Pagani kimi. Amma sən Pagani ilə bazar stora gedib shopping edə bilmirsən də. Çünki real olaraq səs-küylü maşındır, narahatdır, komfort yoxdur, oturacaqları əyilmir, çox sərtdir.
Düşünürsən ki, Toyota Corolla ilə misal üçün gündəlik həyatında qat-qat daha yaxşı, xoşbəxt olarsan, nəinki Pagani ilə. Mən indi downshifting gedir də beynimdə. Yəni ki, mən bunu düzəltmişəm, Pagani düzəltmişəm özüm üçün və bunun üzərinə çoxlu gedirdim. İndi anlayıram ki, Pagani qarajda baxmaq üçün yaxşıdır. Onun heç bir gündəlik funksionallığı yoxdur. Sən onunla oturub uşaqlar var, o sizenində oturub monitora baxa-baxa rayona Qubaya gedə bilmirsən. Amma real həyat məhz budur. Uşaqlar var, arxada otuzdurub, qəşəng monitor düşür, onlar nəyəsə orada baxırlar, da kitab oxuyurlar və sən rahat-rahat Azərbaycan kələ-kötür yollarından, su basan yollarından keçəcək bir avtomobilin olmalıdır da. Yəni ki, budur xoşbəxtlik. Bəs bu huzursuzluq və bu bu qədər düşünmə sizi yormur? Yorur, əlbəttə ki, yorur. Xoş deyil. Çalışıram nəsə edim bu ilə. İndiki bu məqamda hələ ki alınmır. Okay. Bəs hobbiləriniz nədir? Hobbilərim idmandır öz-özlüyündə. Özüm üçün bir məqsəd qoymuşam ki, İspan dilini öyrənim. Onun üzərində Duolingo üzərinə eləyirəm. Odur. Ən azından gündə 10 dəqiqə ona vaxt sərf edirəm. Həmişə, hər zaman idman həyatımda var. Artıq 4-cü dəfədir gitarada çalmağı öyrənib atıram. Periodik. Mən düşünürəm gitarada oynamaq üçün bir kədərli bir anlar da olur. Bəlkə də sevgi olmalıdır. Bəlkə də sevgi olmalıdır. Ya da ki tərsinə kim üçünsə bunu öyrənəsə, mahnı öyrənəsə o da ola bilər. Ya özün üçün ya da kimin üçünsə. Yəni ki budur. Okay. Yaxşı, son sualımı verimsə, bizi dinləyən insanlara sizin həyatınızı dəyişən 5 hansı kitabı tövsiyə edirsiniz? Və yaxud dəyişməsə belə, deyirsiniz ki, bax, bu kitabı məncə oxusaz yaxşı olar. Nəsə götürəcəksiniz? 5 kitab. The Prophet kitabı idi. Peyğəmbər kitabı o. Yaxşı, balaca bir kitabdır, çoxlu müdriklikdir. Mən o qədər kitab var. Düşünürəm Nassim Talebin bütün 4 dənə kitabı var. Birini seçsəz, birini seçsəm. Lena Çınayışıq, başlanğıc üçün hansını oxusunlar? Anti-Xrupkos yoxsa Çorny Lebiç? Black Swan düşünürəm olar. Okay. Kahneman'ın Thaler arasında qalmışam. Thinking Fast and Slow Nudge arasında. Nudge düşünürəm. Kahneman'ın səhvləri çox olubdu kitabda. Onda Richard Thaler Nudge. Kitab nədir onun? Nudge gedir. Richard Thaler odur. 3. Həqiqətən doğrudan sizi dəyişən bir şey olub o kitab. Ayn Rand, mütləq Atlas Shrugged mənim iqtisadiyyatla, azad bazarla, azad ideyalarla bağlı çox təsir edibdi bu kitab. Ayn Rand, Atlas Shrugged o kitabıdır. 4. Birini də məsələn bədii ədəbiyyatdan deyə bilərsək, əgər xoşlayırsınız. Ayn Rand prinsipə o iqtisadiyyatı yaxşı bədii ədəbiyyata salıbdır, onun üzərindən gedibdir. Bir də 1984 əlbəttə, yəni utopiya. Yəni ilk vaxt Sovet hökumətini bir balaca görmüş bir insan. Gəlin əvvəlcə sadə üçün Animal Farm, heyvanstandan başlamaq daha yaxşıdır. 1984 ondan sonra gəlir. Okay. Fərhad bəy, çox sağ olun gəldiyiniz üçün. Minnətdaram, çox maraqlı oldu. Mənim sualları, hələ inansın mən suallara keçməmişəm, amma çox gəldi orada. Bir dənə sadəcə son olaraq PSSS deyək də, məsələn bizi izləyənlərə son mesajınız nə ola bilər? Özünüzü tanıyın, fərqində olun. Bu yolun yarısıdır artıq. Ondan sonraki yol artıq özünüz qura biləcəksiniz. Düşünürəm budur. Təşəkkür edirəm. Hörmətli izləyicilər, sizin də xahiş edirəm. Keyfiyyətli şərhlərinizi gözləyirik. Aktiv olun və növbəti görüşlərdək. Sağ olun.